Qoy mən yenə söhbət açım ilk baharımdan. Nəğməm ilə bir də keçim öz diyarımdan. Qoy mən yenə söhbət açım ilk baharımdan. Nəğməm ilə bir də keçim öz diyarımdan. Bol bəhrəli muğam düzü, mil düzü, şirvan düzü, gəl gəl deyir şən Azərbaycan. Hər gülləri səfalıdır, göy gölləri səfalıdır, hər yanı gülşən Azərbaycan. Qoy mən yenə söhbət açım ilk baharımdan. Nəğməm ilə bir də keçim öz diyarımdan. Qoy mən yenə söhbət açım ilk baharımdan. Nəğməm ilə bir də keçim öz diyarımdan. Bol bəhrəl muğam düzü, bil düzü, şirvan düzü, gəl gəl deyir şən Azərbaycan. Hər güllər səfalıdır, göy göllər səfalıdır, hər yanı gülşən Azərbaycan. El kızları düzüm düzüm gül qırağında, gül gül açır gəncəmizin hər budağında. El kızları düzüm düzüm gül qırağında, min gül açır gəncəmizin hər budağında. Ol bəhrəl muğam düzüm, bir düzüm, şirvan düzüm, gəl gəl deyir şən Azərbaycan. Hər güllər səfalıdır, göy göllər səfalıdır, hər yanı gülşən Azərbaycan. Qoy mən yenə söhbət açım ilk baharımdan. Nəğməm ilə bir də keçim öz diyarımdan. Qoy mən yenə söhbət açım ilk baharımdan. Nəğməm ilə bir də keçim öz diyarımdan. Bol bəhrəl muğam düzü, bir düzü, şirvan düzü, gəl gəl deyir şən Azərbaycan. Hər güllər səfalıdır, göy göllər səfalıdır, hər yanı gülşən Azərbaycan. Bol bəhrəl muğam düzü, bir düzü, şirvan düzü, gəl gəl deyir şən Azərbaycan. Hər güllər səfalıdır, göy göllər səfalıdır, hər yanı gülşən Azərbaycan. Təşəkkür edirəm Əli, çox sağ ol. Salam sabahınız xeyir olsun. Ekran qarşısında əyləşən bütün Taç Show tamaşaçılarına gözəl, əhval-ruhiyyəli bir gün diləyirik. Deyirəm, mövzumuzu açıqlamazdan əvvəl elə bugün bizim qonaq musiqiçiləri salamlayım. Ondan sonra isə biz mövzumuzu açıqlayarıq. Mən ümid eləyirəm ki, o qədər sizin üçün də maraqlı bir mövzu olacaq ki, bizə qoşulmaq belə istəyəcəksiniz. Əgər qoşulmaq istəsəz, hər zaman olduğu kimi 022-264-12-12 nömrəsi aktiv və sizin ixtiyarınızdadır. Buyurub zəng vura bilərsiniz. Az sonra da mövzumuzu deyəcəm. Xoş gördük. Necəsiz? Hə, götürün mikrofonu Əli. Belə deyək də, buradakı musiqiçilərdən bir neçəsi bizim vaxtı ilə Taç Show-nun ansamblında olublar. Hə, Əli? Bəli, sabahınız xeyir olsun. Sabahın xeyir. Tamaşaçılarımızı, efir vasitəsilə izləyən tamaşaçılarımızı salamlayıram. Qonaqlarımızı salamlayıram. Bəli, vaxtı ilə Kəpəz televiziyasında, Region TV-də işləyiblər.
Hicaz qrupudur. Mənim çox dəyərli, dəyər verdiyim qardaşlarımdır. Təqdim edim də qarmon ifaçısı, gözəl ifaçımız Şəhriyar qardaşımız, piyanistimiz Elvin qardaşımız, dostumuz, Elmir qardaşımız nağara alətində, Udarnik ritm alətində yenə də Orxan qardaşımız, gözəl gitara, milli saz ifaçısı Xəyal qardaşımız. Belə Hicaz qrupu mənim çox yaxın dostlarımdır. Sizi də ki, yenə də salamlayıram, öpürəm, bağıma basıram. Yəni deyirəm ki, artıq özünə gələndə məndəki Əli, hə? Məndəki Əli Məmmədov. Əli Məmmədov. Yəqin ki, Əli, biz deyəsən yeni ildə görüşmüşdük axırıncı dəfə. Bəli. Ondan sonra heç görüşməmişik. Yox, görüşməmişik. Onda dedin ki, artıq yerində addımlamırsan, irəli gedirsən. Bəli. Mən düşünürəm ki, hələ də gedirsən, dayanmamsan. Bəli. Səndə var axı biraz dayanmaq. İnşallah ki, olmaz. İnşallah. Burada bizim Şəhriyar yadına gəlir də ən gözəl macəralarımız burada kimdən olurdu? Şəhriyarın heç vaxt danışmaqla arası olmayıb. Yəni burada ən gözəl yadda qalan maraqlı hadisələr, tarixə düşəsi hadisələr həmişə olub bizim Elvinlə. Yəni o gördüyünüz Elvinin bir də görürdünüz fasilə arası hansı ki sintezator üzərində dayanır, şpaqat açırdı. Yəni Elvini o dərəcədə əsəbləşdirirdim ki, olurdu özə heyfini çıxardırdı sintezatordan. Qaldırırdı, indi Elvin ifa gedə-gedə birdən gördüm sənin gözün yumludur. İstədim deyəm Elvin, səni yuxudan eləyiblər, yoxsa təzə öyrənmisən gözün yumub ifa eləməyi. Birdən yadıma düşdü ki, həmişə mənim sözlərimi ağır qəbul eləyirsən. Dedim, deməyim, yenə də alınmır ki, alınmır. Ver mikrofonu, bəlkə ürək sözü var. Yox, danışmırsam. Yox, biz artıq idmana gedirik də, ondandır. İdmana, hamımız, yox. İdmana gedirik, karatəyə Hələ gedirik. onda idmana getmirdi. İndicə başlamışıq da. İnanırsan, hər veriliş, yəni ki, bir şey olurdu da. Bilmə, indi yadımdan çıxıb edək, ancaq dəqiq yadımdadır ki, sintezatoru ya yerə vurardı, yerə yox da. Tacirə xanım, üzr istəyirəm, biz musiqiçilərin bir dənə, yəni, xoşumuza gəlməyən bir, bu həyatda bir şey var. Aha. O da səhər tezdən yuxudan durmaq. Hə. Hə, onun üçündür, yəni qınamayın. Nə məni, nə o çıxdı ki, yəni Elvin yatırmış, hə, ifada, yoxsa necə? Bəs yatırdı, indi necə ifa eləyirdi? Bəlkə olur da yaxşı ifa gedəndə... Yaxşı. Nəysə, şükür ki, keçirəm, yəni sadəcə ötən günləri xatırlatmaq istədim ki, yəni mən həmin tacirəyəm. Qıcıq tacirəyəm ki, burada dayanmışam. Elvin, ay Elvin, ötən günlərimi qaytaraydılar. Hə, gələn günlərimi qurban verərdim. Verməzdin, Verməzdim, yox, verməzdim. Çox gözəl, doğrudan çox xoş oldu sizi görmək. Yəqin ki, bugün rəngarəng musiqilərimiz olacaq. Sevirəm mart ayını. Fevralı sevirəm, martı ona görə sevirəm ki, bayramla dolu bir aydır. Fevralda ona görə sevirəm ki, həmin ayda doğulmuşam. Məcbur deyil, sadəcə fevraldan sonra mart ayı gəlib, bayramlar gəldiyinə görə artıq səbirsizliklə gözləyirsəm. Belə. Çox sağ ol Əli, indi gedişat boyunca da bizim musiqiçilərimizin müşayiəti ilə yəqin ki, gözəl musiqilər dinləyəcəyik. Bugünkü mövzumuz isə vasvasılıqdır. Hansı ki, çox insanın həyatında problemlər yaradır. Niyə? Getdiyimiz yerdə bir stəkan çay içə bilmirik. Və ya kimsə bizə nə isə verəndə, yəni onu yeyə bilmirik. Bilmirəm, bu vasvasılıq təmizkarlıqdır, yoxsa xəstəlikdir. Qonaqlarımızı dəvət etmişik. Qonaqlarımızın verdiyi cavablara uyğun olaraq verilişimizin sonunda artıq qəti qərara gələcəyik ki, vasvasılıq görək nədir? Bugünkü qonaqlarımız isə psixoloq Albina xanım Babayeva. Xoş gördük Albina xanım. Çox sağ olun. Mən də sizi görməyimə çox şadam. Hamını da salamlayıram. Hamıya xoş əhval-ruhiyyə arzulayıram. Bir də arzulayıram ki, fas-fas olmasınlar. Hə? Bəli. Onda deyəsən sizin maraqlı söhbətləriniz olacaq. Mən belə düşünürəm. Onda elə siz artıq ipucu verdiniz ki, deyəsən bu bir xəstəlikdir. Bəli. Görək də, indi bilmirəm hələ, onu sonda qərar verərik. Bəli. İlhamə Məmmədova, Vasvası xanım, xoş gördük. Çox sağ olun. Mən də öz növbəmdə hər kəsi salamlayıram. Çox sağ olun ki, məni də bu verilişə dəvət edibsiniz. Gənc yaşda vasvas olmaq. Heç kimə tövsiyə etməzdim. Yəni keçicidir, yəni ailədə belə bir şey var, yoxsa elə nədənsə...
Var, hə? Bəli. Danışarıq. Ülviyə Yusifova, Gəncə şəhər 38 saylı Körpələr evi uşaq bağçasının tərbiyəçisi. Xoş gördük Ülviyə xanım. Çox sağ olun. Sizi və qonaqlarımızı salamlayıram. Verilişinizə uğurlar arzulayıram. Çox sağ olun. Biz indi müəyyən suallarımız olacaq sizə. Ona görə məhz bağçadan dəvət eləmişik. Ancaq özünüz necə? Vasvassız yoxsa necə? Vasvası deməzdim. Təmizkarlığa üstünlük verirəm. Bunların arasında fərq böyükdür. Bəli. Ceyhun Tağıyev, Gəncə Dövlət Universitetinin tələbəsi. Xoş gördük Ceyhun. Çox sağ olun. Əvvəla onu deyə bilərəm ki, qarşıdan 8 mart gəlir və bu 8 mart münasibəti ilə bütün Azərbaycan qadınlarını, anaları, bacıları, eləcə də Kəpəz kanalının qadın heyətini, region kanalının qadın heyətini 8 mart münasibəti ilə təbrik edirəm. Çox sağ ol. Əlinə fürsət düşmüşkən istifadə elədim. Ola bilər bəlkə indi 8-dən xeyli sonra, indi 8-nə qədər təbii ki, yəqin ki, görüşməliyik. Çox gözəl. Sən nə yaxşı gəlmirsən? Biz dəvət eləmişik, bilirəm. Ancaq belə ümumi mövzu haqqında danışacaqsan, yoxsa sən də vasvassan? Yox, vasvası demək olmaz. Sadəcə olaraq təmizkarlığı sevən insanım. Buna düzdür, çox adam vasvası deyir mənə, amma mən elə deməzdim. Çünki təmizlik imandan gəlir. Hər bir insan təmiz olmalıdır. Sadəcə ifrata varmaq düzgün deyil. Hər bir işdə ifrata varmaq gətirib psixoloji xəstəliyi gətirib çıxara bilər. Ümumiyyətlə deyirlər, təmizkarlıq sağlamlığın açarıdır. Deyirəm, gəlin birinci vasvaslıqdan danışana qədər biz biraz təmizkarlıqdan danışaq, ondan sonra isə keçərik bu vasvası insanlara. Yəni doğrudan ətrafda o qədər elə insanlar var ki, indi elə insanlar var, yedikləri ərzaqlara, yeməkləri vasvaslıq edirlər, elə insanlar var ki, işlərinə qarşı o qədər vasvasıdırlar ki, yəni onlar heç vaxt razı qalmırlar. Həm nə edirsən et, yəni orada hər şey ideal da olanda neysə bir şey axtarıb onu mütləq çıxarırlar. Təmizkarlıqdan danışdınız Ülviyə xanım. Buyurun, yəni təmizkarlıq qeyd etdiyim kimi sağlamlığın açarıdır. Bəs özünüz necə? Təmiz bir yerdə əyləşməyi sevirsiniz? Yəni ki, təmizliyi qoruyub saxlayırsınız, yoxsa özünüz təmizləyirsiniz? İnsandan insana dəyişən bir haldır. Əlbəttə ki, təmiz yerdə də olmağı sevirəm, təmizləməyi də sevirəm. Ən çox nəyə diqqət edirsiniz? Məsələn, elə insanlar var ki, üst başına təmizlik edir, elə insanlar var ki, ev eşiyinə təmizlik edir, elə insanlar var ki, elə ortalıq yığışdandı, künc, bucaq necə olursa olsun. Yəni, insanda ən əsas evin təmizliyidir. Ev təmiz olduqda insanın gigiyenası təmiz olur, sağlam olur. Yəni, insanın təmizlik canında, qanında olmalıdır ki, yəni sabaha sağlam nəsil yetişdirmək bacarığımız olsun. Uşaqlara bəs necə bunu tövsiyə edirsiniz? Uşaqlara əlbəttə ki, çünki hər şey deyilər ailədən, bağçadan, məktəbdən başlamalıdır. Əlbəttə ki, insanlar, biz yəni işlədiyim təhsil mərkəzində onu aşılayırıq uşaqlara, onlara təmizliyi, üst başlarını təmiz saxlamağı, adətən bizdə aplikasiya işlərinə daha çox üstünlük verilir, plastilin işləməklərə daha çox üstünlük verilir. Bunlarda da əllərdən, sabundan daha çox istifadə etməyə üstünlük veririk ki, yəni onlar həmin əllə qayıdıb qidanı qəbul etməsinlər. Yəni nə qədər sağlam qida qəbul etsələr, orqanizmləri bir o qədər də sağlam olar. Gözəl. Buyur İlhamə, ay Vasvas xanım, biraz bu təmizkarlığın faydalarından danış, sonra görək bu irsi xəstəlik qoy hələ deməyim, hələ demişəm axı verilişin sonunda qərar verəcəyik, görək bu nədir? Yox, elə təmizkarlığın özünü də belə deyək də həddən artıq fazlasında vasvaslığa bağlamaq olar. Həddən artıq təmizkar, misal üçün hər şeyə bir mız qoyub belə deyəndə, yəni bunun özü də bir vasvaslıq kimi qəbul edirlər də bunu. Belə mən əsasən geyim baxımından, yəni üstüm, başımı belə təmiz saxlamağa belə daha çox önəm verirəm. Yaxud evin təmizliyi də bu da xanım qeyd etdiyi kimi vacibdir. Bəli, gigiyen baxımından vacibdir. Belə. Yəni təmizkarlıqla vasvaslıq elə bil ki, siz artıq birləşdirdiniz. Yəni İlhamə, sən artıq bunu birləşdirdin. Çünki deyirsən ki, biraz artıq təmizkar olduqda bu gəlir vasvasılığa çıxır. Ancaq mən bunu heç cür müqayisə etməzdim. Çünki vasvaslıq tam başqa bir şeydir. Yəni, indi bunu mən... Bir xəstəlikdir, belə deyərdim. Həddən artıq belə, çox həddən artıq olan insana, belə deyək, lor dildə sof olan insana vasvası deyirlər, vasvası adlandırılır. Albina xanım, vasvası insanlarla təmizkar insanların arasında, yəni cüzi mi fərq var, yoxsa dağlar qədərmi bir fərq var? Yox, vasvası ilə təmizkarlıq arasında çox böyük fərq var. Nə ilə fərqlidir? Təmizkar adam bambaşqadır. Təmizkar bu çox gözəl xüsusiyyətdir. Hər insan təmizkar olmalıdır. Təmizkar olmalıdır birinci daxilən.
ruhcan təmiz olmalısan. Əgər sənin daxilin təmizdirsə, sənin əl Heç işlərin nəyə də təmiz əsəbləşməyəcəksən. olmayacaqsa. Tək əsəbləşməkdən söhbət getmir. Burada təmizlik deyəndə biz nəyə nəzərdə tuturuq? Təmizlik, ailədə təmizlik, bir-birinə qarşı təmizlik, təmiz münasibət, evladlarına qarşı təmizlik, evladını təmiz olmağı öyrətmək. Aha, Ən birinci bundan başlayır. bəli. Yəni, valideynin evladına qarşı təmizliyindən. Pastelini yığmaq, əl-üzünü yumaq, dişlərini fırçalamaq, hamısını səliqəli yerinə qoymaq. Bunun özü həm səliqəlidir, həm mədəniyyətdir. Bu səliqəliyi evlada alışdırırsansa, sən onu mədəniyyətli olmağı Bəli. öyrənirsən. Hər insana aid olan bir xüsusiyyətdir bu. Bəli, hər Olmalıdır. insana aid olan xüsusiyyətdir və bu olmalıdır. Keçirik masa arxasına. Bəli. Masa arxasına keçdikdən də burada da yenə adicə çəngəl bıçağı qoymaq bu özü də bir təmizlikdir. Yəni onu necə qoyursan, həm də təmiz şəkildə qoyursan. Bu ayrı. Yeməyin özü də təmizlikdir. Adicə qidalanırsan, onu necə aparırsan, qaşığımı, necə ondan istifadə eləyirsən və çox vaxtı deyirlər ki, boşqabı əyib belə şey eləyirsən üstünə. Ancaq gərək boşqabı geri əyib sonra götürəsən, yəni üstünə tökməyəsən. Bu hamısı həm təmizlikdir, həm mədəniyyətdir. Yavaş-yavaş öyrənirsən. Nə təri bir növrəni qoysan, elə də gedəcək. O böyütdüyün evlad da öz evladını elə öyrədəcək. Ancaq bəzi adamlar var ki, fasfası nəyə deyir? Mən heç ona demərəm ki, o fasfasıdır. Nəyə görə? Tutaq ki, bir dənə stakanı sən 10 saat yumaqla orada nə əldə etdin? Onsuz da biz bilirik, hər şeyi su təmizləyir. Bəli. Hər şeyin indi o qədər maddələr çıxıb ki, bircə qırıq qoyan kimi hər şeyi, bütün mikrobları zadı öldürür. Səliqəli yuyursan, suya çəkib yığırsan. Даже onu mən deyərdim, heç qurulamaq da yox. Adicə çöndərirsən, o özü öz xabasına quruyur. Bu təmizlikdir. Ancaq götürürlər, heç baxmırlar ki, nə təri məhrabadır. Sil hasil, sil hasil, sil hasil. Bunu çox, məsəl üçün, mərasimlərdə zadda görmüşəm, ona görə deyirəm. Yəni, bu artıq təmizkarlıq deyil. Ya bir yeri, o qədər o yeri təmizləyir, o biri yer qalır. Artıq bu özünü burada o qədər yorur ki, ora çatana kimi əldən düşür. Bunu elə, səliqəli elə, ardıcıl elə. Nə özün yorul, nə də qabağındakını yorguna. Doğrudan da elə adama diqqət yetirəndə, baxanda görürsən ki, özün də yorulursan ki, belə şey olar. Adam özü də utanır ki, oradan həmən stakanı əlinə alsın, ya çay içsin, ya bir şey eləsin. Ya başqa həmən o fasfası tutaq ki, bir yerə qonaq gedir. Qonaq gedəndə də çay gətirirsən, qalır orada. Bir də görürsən, üzünü o tərəfə çöndərəndə çay istəyir, ölür ondan ötəri. Baxır ki, qoy görüm stakanda birdən ləkə zat yoxdur ki. Yox, elə olmur. Deyirlər ki, bu dəqiqə içib gəlmişəm, ya da bir dərman içmişəm, o çay içə bilmərəm. Çünki dərmandan sonra çay içmək olmaz. Bu cür hallar olur. Ayvina xanım, mən belə fikirləşirəm ki, artıq bu fasfaslılıqla təmizkarlıq arasında olan fərqdən başqa biz, yəni ki, xəstəlikdirmi, nədirmi? Bunlardan əlavə biz həmin insanlar hansı xasiyyətə, hansı xüsusiyyətə malikdir, bunu da bugün müəyyənləşdirəcəyik. Ancaq indi bizim fasiləmiz var. Fasilədən sonra qaldığımız yerdən davam edəcəyik.
axan gecələr Qulaq nələr danışır Elə bil ki nağıllar Əfsanələr danışır Elə bil ki nağıllar Əfsanələr danışır Sirlərlə doludur Gecələr bulaq başı Onun süzməsidir Gecələri sirdaşı Gecələri sirdaşı Sirlərlə doludur Gecələr bulaq başı Onun zümzüməsidir Gecələri sirdaşı Gecələri sirdaşı Nə deyir laylasında Pıçıltıyla axan su O keçmişin naləsi Gələcəyin sirlidir O keçmişin naləsi Gələcəyin sirlidir Bulaq nə deyir görəmə Hey axdıqca şırhaşı Gündüz gördüklərimi Gecəyə mi danışır Gecəyə mi danışır Bulaq nə deyir görmə Hey axdıqca şırhaşı Gündüz gördüklərimi Gecəyə mi danışır Gecəyə mi danışır Gecələr bulaq başı Onun zümzüməsidir Gecələri sirdaşı Gecələri sirdaşı Sirlərlə doludur Gecələr bulaq başı Geceler sirdaşı Geceler sirdaşı Çox sağ ol, əla deyirəm, doğrudan da həyat gözəldir. Yetər ki, onu duyasan, sevəsən və yaşamağı bacarasan. Ona görə ən çətin bir vaxtda da sən heç kimdən deyil, o köməyi özündən görə bilərsən. Yəni, hər şeyi olduğu kimi qəbul edə bilərsən. Əli,
çox gözəl ifa idi. Musiqiçilərimizə də təşəkkür eləyirəm. Biraz sonra mövzumuza da qatacağam sizi. Mövzumuz isə bugün biz fasfaslıq və təmizkarlıqdan danışırıq. Bunların arasında olan fərqləri açıqlayacağıq. Belə deyək də, çox insanların həyatında böyük bir problem yaradır. Ancaq biz bunu qəbul eləmirik. Qəbul etsək də, etməsək də bəzən bu fasfaslılığı o dərəcəyə gətirib çıxarırıq ki, doğrudan da çox böyük problemlərlə qarşılaşırıq. Bu problemi qoyuram kənara. Şad bir xəbər çatdırmaq istəyirəm. Şad xəbər isə bizdən deyil, Qızıl Saraydandır. Əgər möhtəşəm, yadda qalan, gözəl bir toy mərasimi keçirmək istəyirsinizsə ki, elə aləmə səs salasınız, bir ömür boyu bu toyu yadınızda saxlayasınız, onda mütləq Qızıl Saraya üz tutun. Çünki orada artıq adət etdiyiniz keyfiyyət və füsunkarlıq 20 manatdan başlayan qiymətlərlə olacaq. Gülərüz personalın xidməti, bol-bol sürprizlər, zalların göz oxşayan tərtibatı, milli və xarici mətbəxin ləziz təyamları cəmi 20 manatdan başlayan menyunun içərisinə daxil edilib. Ünvan Gəncəşəhər Atatürk prospekti, şəhər stadionunun sol tərəfi. Daha ətraflı məlumat almaq üçünsə bu telefon nömrələri vasitəsilə əlaqə saxlaya bilərsiniz. 022 428 81 01 051 401 43 43 və Ağçiçək Gül salonuna təşəkkür edirik ki, hər gün səhər-səhər bizim üçün təzə-tər gözəl çiçəklər gətirirlər. Əgər bayram atributları əldə etmək istəyirsinizsə, bu cür gözəl çiçəkləri hədiyyə etmək istəyirsinizsə sevdiyiniz insanlara, onda Gəncəşəhər Şeyx Bahəddin 35-də yerləşən Ağçiçək Gül salonuna müraciət edə bilərsiniz. Yox, getmək istəmirsinizsə, bu telefon nömrələri vasitəsilə də sifarişinizi verə bilərsiniz. 022 256 46 56 055 155 16 00 055 585 16 00. Sonunda mən danışanda bu səmənini göstərdiniz. Yoxsa o səmənini göstərirdiniz, məndə də qıcıq yaranırdı. Artıq tamaşaçımız var, hə, xəttdə. Olsun. Alo, sabahınız xeyir olsun. Sabahınız xeyir. Biraz yüksək səslə zəhmət olmasa. Necəsiz? Çox sağ ol xanım. Gələn qarşıdan yeni bayramımızı təbrik edirəm. Bəli, bayramlarımızı. Çox sağ olun. Çox qəşəng fikirdir, qəşəng təmizləyir. Mən də zəng gələm. Mən üzr istəyirəm. Siz, nəysə bizə səs çox az gəlir. Yenidən qoş. Aha, biraz sonra tamaşaçımız yenidən qoşulacaq, çünki səsini eşitmək bizim üçün çox çətin oldu. Hə, Ceyhun, biraz da təmizkarlığın faydasından sən danış, sonra yenə də bu fasfaslıq mövzusuna qayıdarıq. Əvvəla onu deyə bilərəm ki, dinimiz buyurur ki, təmizlik imanın yarısıdır, təmizlik imandandır. Yəni, Bəyək xanım təmizliklə vasvasalığı eyni götürdü, yox, bu ayrı-ayrı şeylərdir. Təmiz olmaq hər bir insana xas olan bir xüsusiyyətdir. Yəni, hər bir insan yaxşı yaşamaq istəyirsə, doğru dürüst yaşamaq istəyirsə, təmiz yaşamalıdır. Təmizliyə riayət eləməlidir. Amma vasvasalığa qaldıqda, vasvasalıq ifrat dərəcəsinə yüksəlmiş bir xəstəlikdir, psixolojik bir xəstəlikdir. Bunun da iki növü var, fikri və əməli vasvasalıq xəstəliyi. Fikri vasvasalıq xəstəliyi ondan ibarətdir ki, hər hansı bir şeyi təxəyyülündə, beynində, təfəkküründə canlandırırsan, şuuraltı prosesdə ki, sən onu canlandırırsan. Əməli vasvasalıq isə, yəni ki, hər hansı bir insana baxanda və yaxud da əşyaya, obyektə baxanda ki, hiss edirsən, ondan çəkinirsən, iyrənirsən. Bunları Rus psixoloqları araşdırmışdılar. Sadəcə olaraq təmizliyə riayət eləmək lazımdır. Amma ifrata varmaq düzgün deyil. Bu təmizliyə bəs hansı dərəcədə riayət eləmək lazımdır? Yəni, insan var ki, təmizliyi sevir. Ətraf hər bir şey qaydasında olmalıdır, yeri yerində olmalıdır. Əşyalar tərpənməməlidir. Bunu istəyir, ancaq etmir, tələb eləyir. Yox, sadəcə vasvası olan insanlar, yəni ifrata varmış. Hələ ki, vasvasını qatmayaq, biraz təmizkarlıqdan danışaq, vasvasıya indi gələcəyik. Bəli, yəni təmizkarlıq tam başqa bir şeydir. Yəni, hər bir insan öz geyiminə, həyat tərzinə fikir verməlidir. Yəni, Alvina müəllim demişsə, dişlərini yumalıdır, əyninin paltarına fikir verməlidir. Bu, hər bir insana xas olan bir şeydir. Yəni, bu gündəlik bizim edəcəyimiz bir şeylərdir. Yəni, mən artıq bilsən necə, o təmizliyi sevən insanların arasında da biraz müqayisə eləmək istəyirəm ki, sənin özünə mən ünvanladım ki, bu sualı. Sən bu təmizliyi nə dərəcədə sevirsən? Özün təmizləyib o həddə gətirmək dərəcəsində sevirsən? Yoxsa sənin köynəyin asılqanda, asılı vəziyyətdə, ütülü şəkildə olmalıdır? Mən normalda yəni ki, istəyərəm ki, hər geyindiyim paltar təmiz olsun.
Kim etməlidir onu? Yaşadığım ev təmiz olsun. Mən də onu bilirəm. Onu kim etməlidir? Yəni həmişə Onu insanı... özümüz, insanların özləri etməlidirlər. Yəni ki, Etməlidirlər, yox, sənin özündən danışıram Ceyhun, Bəli. özündə olan denən. Mən Biz özümüzdən danışırıq ki, yəni belə də nümunə olaraq özümüzü göstərik, belə deyək. belə də mən yəni ki, gedəndə paltarlarımı səliqə ilə çıxarıb işvanərdən asıram. Yaşadığım yerə fikir verirəm. Özüm öz işlərimi həll edirəm. Yəni ki, hər şeyi analarımızın, bacılarımızın üstünə atmaq düzgün deyil. Axı onlar da insandılar. Hər bir insan özünə fikir versə, mənə elə gəlir ki, Bu əziyyətdən söhbət getmir. Mən bir sənniyə görə deyirəm. Əziyyət bir başqa şeydir, qarşındakı insanı əziyyətə salmamaq başqa şeydir. Ancaq təmiz olmaq, təmizkar olmaq, səliqəli olmaq bu tam başqa bir şeydir. Bəli, Niyə? o təmizlik Səliqə insanın səhmanı içindən sevən gəlir. insanlar hər yerdə ki, bura təmiz olmalıdır. Ancaq bir də görürsünüz ki, ona aid olan bir otağa girəndə, o darmadağın belə deyək, vəziyyəti görəndə, yəni geyimini ayrı belə çıxarıb atanda, artıq bu insandan hansı təmizliyi gözləyə bilərsən? Və oturub da danışanda, məsəl üçün, mən ona görə deyirəm ki, indi sən hansı insanlara aidsən? Həmin o təmizkarlığı özün yaradan, yoxsa sevən? Həm özüm yaradan, həm sevən. Çünki hər bir insan bir şeyi beynində canlandırmalıdır ki, yaşadığı evdə yəni, təmiz olmalıdır ki, qıraqdan, kənardan yəni, qonaq gələndə onu çirkli vəziyyətdə görməsin. Elə insanlar var ki, çox pintirlər, yəni geyindikləri paltarları qədrini belə bilmirlər. Gündə paltarı çıxardılar, tulluyurlar, yəni işdən gələndə, dərsdən gələndə. Sonra sabahsı günü yenə də valideynə əziyyət verirlər, onu ütüləmək, belə problem olur. Amma elə insan da var ki, elə özümdən götürəm. Yəni öz paltarlarımı mən səliqə ilə gedəndə işvanərə asıram və sabahda eyni formada geyinib universitetə gəlirəm. Yəni ki, burada təmizlik insanın öz içindən, iç aləmindən gəlməlidir. İnsanın özündə olmalıdır. İnsanda olmadısa, kənardan nə qədər müdaxilə etsək də heç cür xeyri yoxdur. Yəni, pintilik də bir şey deyil, həddindən artıq ifrata varmaq da düzgün deyil. Çünki insan orqanizmi bakteriyalar daşıyır, yəni həddindən artıq təmizliyin özü həm fizioloji, həm də psixoloji cəhətdən insanlara təsir edir. Fizioloji cəhətdən ona təsir edir ki, insan bakteriyalar qəbul edir. Hər hansı bakteriyalar, yəni təmizliyə həddindən artıq varanda o bakteriyalar yoxa çıxır. İnsan təmizlikdən də xəstəliyə tutula bilər. Bir də ki, psixoloji vasvasalıq ondan ibarətdir ki, ailələr dağıla bilər. Yəni ki, qadın hər şeyə diqqət yetirir. Söz-söhbət də yaranır. Söz-söhbət yaranır, yəni əqqafla girmə, onu eləmə, bunu eləmə. Bir yeri, yəni başqa bir yer qalır, amma digər yeri 5 dəfə, 6 dəfə silir və yaxud da qabları yuyur, 5 dəfə, 6 dəfə, o da söz-söhbətə gəlib çıxır. Ailədə diqqət əşyalara yönəlir və o ailədə söz-söhbət yaranır. Səbəblərindən biraz sonra danışacağıq. Ülviyə xanım, indi çox sevinirici bir haldır ki, artıq valideynlərin hamısı işlədilər, işləmədilər, uşaqları bağçalara yönləndirirlər. Ancaq onu yönləndirənə qədər biz hər birimiz, yəni valideynik, bunu yəni ki, dəqiqliyinə də deyə bilərik, yəni təsdiqləyə bilərik, belə deyək ki, evdə uşaqlarımızı əzizləyirik. Yəni qalxdın, yerini niyə görə yığmalsan, mən sənin yerini yığaram. Ögey ana da səhv eləmirəmsə deyir ki, İsmailin nənəsi hələ ölməyib. Yəni orada imkan vermir ki, uşaq öz yerini yığsın, mən özüm yığaram. Bax, bu cür, məsəl üçün, valideynlər uşaqlarla rəftar edir, bu da nəyə gəlib çıxır? Yəni artıq səliqəsiz olmağa, mən yəni ki, bu səliqəsiz olmağı ilə natəmiz olmaqla da əlaqələndirə bilərəm ki, bir insan ki, qalxanda yerini əgər yığmırsa, otağını səliqəyə, səhmana salmırsa, onda gələcəkdə ondan hansı təmizkar bir insan ola bilər? Yəqin olmaz. Bağçaya gələndə, yəni ki, müəyyən yaşdan sonra artıq qəbul eləyirsiniz. Bax, hansı uşaqlar daha çox olur? Bu təmizliyə riayət eləyənlər, yoxsa yəni ki, biraz ərkəsöyün olanlar? Adətən təmizliyə üstünlük verən uşaqlar daha çox olur. Yəni, çalışırlar ki, yuxudan duranda yerlərini özləri yığsınlar. Yemək yeyirlər, boşqablarını yığmaqda köməklik eləyirlər. Yəni, can atırlar. Təmizliyə can atırlar. Özləridir, əllərini, yəni plastirinlə, bayaqlar qeyd elədim, plastirinlə işlədilər. Bu əldir də, özləri artıq tələb eləyirlər ki, əlləri yuyulmalıdır. Silinməli deyil, artıq yuyulmalıdır.
Bəli, əlbəttə bunlara riayət eləyirlər. Yəni Bəs təmizkar şofer etməyənləri necə, məsəl üçün, Onları alışdırırsınız? yönləndiririk. Necə alışdırırsınız, bax, onları? onlar nümunə, məsələn, hansısa bir uşaq getdisə əlini yumağa, onu ona nümunə göstəririk, onu aparırıq, öyrədirik. Bax, yəni belə etməlisən, belə etməlisən, təmiz olmalısan. Ancaq belə götürəndə deyirlər, heç kimi uşağa, heç kimi nümunə göstərmək olmaz. Sadəcə onu başa salmaq lazımdır ki, məsələn, əgər sən bu plastilinlə işləmisənsə, bu artıq səndə hansısa bir fəsad ola bilər. Əlin ağzına apara bilərsən. Yəni bu cür, hə, Alvina xanım? Çünki bizim bu gənclər, uşaqlar haqqında o qədər mövzularımız olur ki, mən ona görə təkrar qayıtdım ki, yəni nümunə doğrudan da böyük insana da kimisə nümunə göstərəndə artıq onda qıcıq yaranır. Yaşından asılı olmayaraq. Ona görə də artıq bunun səbəblərini aşılamaq lazımdır ki, əgər sən yerini yığmırsansa, deməli sən çox səliqəsizsən, sən böyüyəndə də bu cür olacaqsan. Belə nümunələr məncə daha yaxşı olar. Bilirəm, indi biraz da verilişin həyəcanıdır, çünki artıq bu keçirilən praktikaları bizə dəvət etdiyimiz digər bağça müəllimlərindən eşitmişik. Belə, İlhamə, yəni fasfasılığı sən necə? Qayıdıram artıq fasfasılığa. Bunu yaradan səbəblər nədir? Sən həddindən artıq fasfassan, yoxsa belə qədərində? Yox, həddindən artıq da deməzdim qədərində. Yəni belə bir şey var ki, insan nəyisə öz şuuraltı beyninə yerləşdirməlidir. Mən belə hesab eləyirəm ki, xoşbəxt insan o insandır ki, yəni bunu bacarır, amma məndə bu o qədər də, yəni özümə bunu belə deyək də aşılaya bilmirəm. Bunu yəni bu da ona gətirib çıxarır ki, yəni vasvası olmağıma gətirib çıxarır. Yəni bir insan istəyir stəkanda yəni su içmək, yaxud özüm yəni o qabı misal üçün özüm yuyub, özüm təmizləməsəm, yəni onda heç cürə yemək yeyə bilmirəm. Yəni bunu evdə də edirsən, yoxsa necə? Yəni evdə dolabdan bir boşqab götürüb sən yemək yeyəsi deyilsən də, baxmayaraq ki, onu böyüyüb boya başa çatdığın ailədə yeyirsən. Bəli, ailədə də çox vaxt, yəni buna görə mən belə, necə deyim, yəni damğalayırlar ki, bu olmaz da bunu eləmək, xəstəlikdir bu şey. Yox, bu mənim stəkamdır, bunu da heç kim su içməsin, bu mənimdir. Yəni mənfi xüsusiyyətim kimi qəbul edirəm, yəni bu o qədər də müsbət hal deyil mənim üçün. Bəs bu necə? Ailədə kimsə belə bir insan var, yoxsa? Hə, mənim anamda da belə bir xüsusiyyət var. Mən belə hesabım. Nə görmüsən? Bax, ananda nə görüb götürmüsən ki, bugün adi bir elementar bir şey deyək də. Yəni, sən elə bir şeyi misal nümunəyə gətirdin ki, dolabdan boşqabı götürürsən, onu yuyursan, fasfası ananın yuduğu boşqabı yenidən yuyursan, onun içərisində yemək yeyirsən. Bəli, misal üçün, yəni anamda belə bir xüsusiyyət var ki, misal üçün, normal insan gündə nə qədər, misal üçün, 5-6 dəfə əl yumalıdırsa, misal üçün, 10-15 saniyə çəkirsə, yəni o bunu həddən artıq çox edir. Yəni elə, misal üçün, əlində çirki olmasa da belə, elə su ilə, yəni, necə deyim? Yuyur, belə. Yəni, mən də ondan görüb götürürəm belə də. Bəs yaxşı görüb götürmüsənsə, sən o boşqabı götürəndə anan sənə heç irad tutmur? Yox, o özü də tutur. Yəni, mən də ona deyirəm ki, sən özün belə olmuşsan ki, yəni mən də... Yəni, səndə də var da bu xüsusiyyət. Görüb götürmüsən, hə? Yəni, deyib yox. Görmüsən ki, anam bu cür eləyir, artıq onu uşaqlıqdan götürmüsən. Yoxsa uşaqlıqdan, məsələn, sənə nəyisə deyiblər, əlini ora vurdun, əlini yu. Yəni, bu səbəblərdən də mən biraz sonra Alvina xanım səbəblərindən danışarıq. Yəni, bu dərəcəyə gəlib çıxmaq üçün çox səbəblər var. Yəni, anadan olandan insan fasfası olmur ki, artıq vaxt keçdikcə, zaman keçdikcə yəqin ki, bu yaranır. Bəs bunu yaradan səbəblər nədir? Doğrudan da çox ağır bir şeydir o fasfasılıq. Mən belə düşünürəm, belə qiymət verirəm, ancaq yenə də deyirəm, söz sizinki olacaq, sonunda artıq sizin verdiyiniz cavablara uyğun qiymətləndirəcəyik. İndi telefon bağlantımızları qoşaq, davam eləyərik. Alo, sabahınız xeyir olsun. Alo, sabahınız xeyir olsun xanım. Xoş gördük Etibar xanım, necəsiz? Çox sağ olun, siz necəsiz? Çox sağ olun, həmişə olduğu kimi üzümüzdə təbəssüm, sevə-sevə sizin üçün veriliş təqdim edirik. Verilişiniz çox baxımlı olsun, gözəl olsun, uzun ömürlü olsun, özünüz də çox baxımlı xanımsınız. Çox sağ olun, minnətdaram. Qalxıdan gələn bütün bayramlarımızı təbrik edirəm. Əlal xüsusda Qadınlar Bayramını. Çox sağ olun, qarşılıqlıdır. Mən təmizliyi sevən insanam. Bəli. Özüm yaşlı qadınam, ancaq indi ki qızların təmizliyini xoşlamıram. Niyə? Elə nə bilim. Bax, məsələn, nəyini bəyənmirsiniz Etibar xanım? Nədən narazı qalırsınız? Gəldiniz var? Mənim özüm qızım yoxdur. Aha. Əgər qızım olsaydı, özüm aldığım tərbiyəni ona da verərdim. Hər cəhətdə.
mən həmişə arzulayıram ki, indiki bu cavan nəsil öz evlatlarına, ələ xüsus da qızlarına bu təmizliyi öyrətsinlər, səliqəliyi öyrətsinlər, yığışdırığı öyrətsinlər. Sonra əri axşam evə gələndə qarşılamağı öyrətsinlər, səhər olanda durub yola salmağı öyrətsinlər. Bunun özü elə bir təmizlikdir. Gözəl. Bəli, sizin studiyanızda əyləşən, gitara çalan Məmmədov Xəyal mənim oğlumdur. Onun kimi Etibar xanım, bayaqdan Əli mənə işarə edir, yəqin bu efirə də düşdü. Yəni mən də baxıram, dəqiqləşdirmək istəyirdim, görüm elə deyil. Kimə etiraz etdi bəs? Əli, yenidən sən yəni dedim bildirməyək, hə? Niyə bildirməyim? Mən ona görə demək istəyirəm ki, mən oğul yekələndirmişəm, oğul böyütmüşəm. Ancaq qızlarda elə səliqə, elə tərbiyə, elə səhman, elə yığışdırıq ola bilməz. Ancaq Etibar xanım, mən sizə bir şey qeyd edeyim ki, bugün bizim indi yəqin ki izləyirsiniz verilişimizi. Qrupumuz var, bu musiqiçilər bizə bugün qonaqdılar. Hər kəs öz yerində əyləşmişdi. Xəyalın o gitarasının şunurunu biz düzəldə bilmirdik. Yəni mən dedim onu bir səliqəyə sal, səliqə səhmanla otur. Ona görə biraz təəccübləndim. Bəli. Bəs evdən heç kimin özüm kimi heç kəsin işini bəyənmir. Heç kəsin işini bəyənmir. Mən o şunuruna əl vurmamışdım ki. O evdə də instrumentlərini, ona aid olan o çalğı alətlərini, gitarasını, sazını, o şunurlarını özü hər axşam silib yerinə yığmalıdır. Onu öz eləyir. 5-ci sinifdən onun uşağı neçə yaş olar? Mən ona paltar ütüləməmişəm. Heç kəsin ütülədiyi paltarda xoşlamır. Mən elə tərbiyə vermişəm. O düzəltdiyi stol. Ondan sonra süzdüyü çayı heç bir qız uşaqları, gəlir xeylaqları eləyə bilməz. Ay maşallah, gəlinləriniz var? Bəli, 2 dənə gözəl. Bəs gəlindən necə, razısınız yoxsa narazı? Gəlinlərimdən razıyam, niyə razı deyiləm? Oğlu elə səliqəli görən gəlin, nətər səliqəsiz ola bilər? Heç cür, əsəbləşməyin, heç cür səliqəsiz ola bilməz. Etibar xanım, mən üzr istəyirəm, biz fasiləyə getməliyik, ancaq siz xətdən ayrılmayın, biz söhbətimizi davam etdirəcəyik. Bəli. Çox qısa fasiləmiz var, fasilədən sonra davam edəcəyik. Çox sağ olun. Etibar xanım. Alo. Alo. Etibar xanım. Bəli, bəli, eşidirəm sizi. Bu mənim ürəyim, bu da musiqiçilərin ürəyi. Siz xəttə olduğunuza görə xahiş elədim ki, qısa bir ifa olsun ki, sizi xəttə çox gözlətməyək. Mən elə musiqiçilərimizin adından da, öz adımdan da sizdən üzr istəyirəm ki, ifa biraz uzun oldu. Yəni, demişdim axı qısa olsun, çap deməliydim xanıma. Qoşasınlar, o mənim xəstəliyimi sağaldır, Xəyalın gitarası. Xəyal ifa eləmirdi, Xəyal gitaranı gələndə qucaqlayıb oturub. Onlar da mənim balalar, Əli, o biriləri də tanımıram, ən çox Əlini tanıyıram, çünki evə gəlib gedən oğlandır, biz Xəyalla dostuq.
Bəli, bəli, Allah çox sağ hamısının olun. canını sağ eləsin, analarına başatan versin. Etbar xanım, Çox sağ ol. mən sizə bir sual verəcəm, Sağ ol, ancaq Etbar. xahiş eləyirəm ki, tam səmimi cavab verəsiniz. Səmimi xanım olduğunuz artıq görsəndi. Əli necə? Gələndə nə hiss eləyirsiniz? Əli təmizkardır, yoxsa fas-fasıdır? Var belə bir şeyi? Nə bilim, səliqəli geyimi, keçimi var. İndi bir 15 dəqiqəlik, 20 dəqiqə xəyalından gəlib gedir. Aha. Niyə səliqəli oğlandır? Çox Çörək kəsir sizdə? Bəli. Çörək kəsirmi, yemək Bəli, yeyirmi? niyə kəsməyir? Hə, onda fas-fası deyil. Deyirlər fas-faslar heç yerdə çörək yemirlər. Onda Yox, yaxşıdır. yemir. Yaxşı, əlini qoyuruq kənara. Əli ilə bizim işimiz, gücümüz yoxdur. Sizdən danışırıq, xəyaldan danışırıq. Bəli. Gəlinlərdən danışacağıq. Gəlinlər gələndə siz istəyən kimi səliqə səhmanlı, təmizkar idilər, yoxsa yavaş-yavaş məsəl üçün bir qaynana kimi, bir böyük kimi, bir ağbirçək kimi onları siz başa salıb bu həddə gətirib çıxardınız? Xəyalın yoldaşı o böyük Xəyalımı gəlinlər gecəvə biraz qoymayacaqlar. Biraz, hə, bir yaşı dolarlar, amma böyük gəlin biraz uşaq gəlib mənim evimə. Aha. Hə, onu mən nə töhmüşəm, o da yığışdırıb. O bir xəyalın yoldaşı da onu kimi. Bəli. Gəlib gördükləri abi havanı görüb, Aha. onun da hərəkət ediblər. Xəyalın yoldaşı mənim yanımda 2 il qalıb, indi özləri ayrı yaşayırlar. Amma yenə də təmizliklərini, səliqəliklərini xoşlayıram, sevirəm. Qonaq gələndə qulluq eləməklərini. Mənim səmimi qızlardır. Bəli. Mənim qızım yoxdur, ikisini də çox istəyirəm. Artıq gəlinlər yəqin ki, sizə qızı əvəz edərlər, yəni danışığınızdan bu cür hiss etdim. Bəs Etibar xanım cənnət kimi qaynanadır, yoxsa gəlin mənim süpürgəmdir, harda qoysam orada da dayanmalıdır, yoxsa necə? Yoxsa mülayim bir qaynanadır? Təmizliyi sevən insan yəqin ki, biraz Deyəsən süpürgə məsələsi hər şeyə olur. danışan adam olar da. Hə. Nəsə bir şeyi qoysan, yerini səhv salırsan, onda özüm içimdə əsəbləşirəm. Birdən deyirəm, birdən də mənə çətin olsa da o işi özüm eləyirəm. Demirəm. Hə, onda hardasa o qədər də sərt qaynana deyilsiniz. Bəs sizdən sualları verdik, çox gözəl cavab aldıq. Birinci zənginizə görə çox təşəkkür eləyirik, səmimiyyətinizə görə çox təşəkkür eləyirik. Ancaq bir-iki xahişim olacaq. Bir xahişim odur ki, bugün deyəsən xəyala görə zəng eləyibsiniz. O qədər gözəl danışdınız ki, o qədər ürəkli danışdınız ki, istəyirəm ki, siz də bizim daimi tamaşaçımız zəng eləməyə hazıram. olasınız. Çox gözəl, bu sözü aldım. İkinci sözümüz də nədir? Biz bir mövzu işləmişik, gəlin və qaynana münasibəti. Çox arzu edərdim ki, siz belə telefonda deyil, canlı bizim efirdə oturasınız, həmin cavan gənc gəlinlərə və o sərt qaynanalara necə qaynanalıq etmək lazımdır, bax bunları bizimlə bərabər burada danışasınız. Təhlif eləsəniz gələrəm, niçin gəlmərəm? Mən artıq təklifimi etdim, artıq gəlmək sizə qalır. Telefonunuz bizdə var, əlaqə saxlayacağıq. Gününü bir neçə gün əvvəlcədən deyəcəyik, gələrsiniz burada. Çünki həmişə bizim sizi kimi böyüklərə ehtiyacımız var ki, görək, biz də özümüz üçün nəysə bir şeylər götürək. Allah xəyalı sizə başatan versin. Çox doğrudan da mən bayaq bir zarafat elədim ki, yəni onun hər kəs səliqə səhmanına oturmuşdu, xəyal deyil. Burada uşaqlar ilə musiqiçilər ümumiyyətlə həmişə səliqə səhmanları ilə seçilir. Onların bir çatışmayan cəhətləri var ki, o da yatmağı çox sevirlər, yatağandılar. Demə. Yanıq. Neynəsinlər, toydan gec gəlirlər, yorğun olurlar, onu da biraz belə yola vermək olar. Etibar xanım, çox sağ olun, əllərinizdən öpürük, təşəkkür eləyirik zənginizə görə. Çox sağ olun, sağ olun. Buyur. Məndə yaxşı vaxt olar, bugün axşam vaxt olar, çiçək taxıb yaxama, əllər xoş vaxt olar, qurbanam göz qaşına, deyirəm öz başıma, mən çox danışıram ki, gəlim sənin xoşuna. Qal sizin qapıya da elçilərim düzülər, toya kimi sən küsməsən, toydan sonra düzələr. Qurban sizin qapıya da elçilərim düzülər, toya kimi sən küsməsən, toydan sonra düzələr. Bu xoş gündə nə qədər işarə etsəm əgər, atılıb ortalığa, oynarım sübhə qədər. Dodaqda bal deyil bal, istəyirsən oğlan, məndən bir çiçək istə, üstümdən ömrümü al. Qurban sizin qapıya da elçilərim düzülər, toya kimi sən küsməsən, toydan sonra düzələr. Qurban sizin qapıya da elçilərim düzülər,
sizin kapıya dək elçilərim düzülər toya kimi sən küsməsən toydan sonra düzələr buradan sizin kapıya dək elçilərim düzülər toya kimi sən küsməsən toydan sonra düzələr. Təşəkkür edirəm, çox sağ ol. Elə toydan söhbət düşmüşkən gənclər, əgər subaylığın daşını atmaq istəyirsinizsə, gözəl bir toy mərasimi keçirmək istəyirsinizsə, Əli də gəlib sizin toyda oxuya bilər. Belə götürəndə elə biz də retro qrupu da gedirik, Əli da özümüz. Bəli, toyunuzu Qızıl Sarayda edə bilərsiniz. Çünki orada elə bir möhtəşəm, elə bir gözəl toy etmiş olacaqsınız ki, ömür boyu yadınızda qalacaq və hər kəsə belə səs salacaq. Əli, hara gedirsən? 2 dəqiqə otur. Yəni mən danışıram, sən də keçirsən, mane olacaqdı. Deməsəydim, belə mane olacaqdı. Rejissor oradan əsəbləşəsi idi. Biz artıq bir-birimizi başa düşürük deyən. Su almaq istəyirdim, yəni üzrə hesab edirəm. Suyu biraz sonra ötürün, suyu yavaş-yavaş ötürün. Çünki kameranın qabağına keçəsi idin. Ondan sonra da yəni rejissorla aramızda söz-söhbət olası idi. Mən də onu istəmirəm. Aha, Qızıl Sarayda niyə görə toy etməlisiniz? Çünki orada hər şey sizin istədiyiniz kimi olacaq. Adət etdiyiniz füsunkarlıq və keyfiyyət orada 20 manatdan başlayan qiymətlərlədir. Gülərüz personalın xidməti, bol-bol sürprizlər, milli və xarici mətbəxin ləziz təyamları, zalların göz oxşayan tərtibatı 20 manatdan başlayan menyunun içərisinə daxil edilib. Ünvanı Gəncəşəhər Atatürk prospekti. Şəhər stadionunun sol tərəfi. Daha ətraflı məlumat almaq üçünsə bu telefon nömrələri vasitəsilə əlaqə saxlaya bilərsiniz. 022 428 8101 051 401 43 43. Belə, fasfasılıqdan danışırdıq, yəni bizim gənclərimiz də fikirlərini bildirdilər. Aymina xanım, ümumiyyətlə bu fasfasılığı yaradan səbəblər nədir? Hansı səbəblərdən, məsəl üçün, insan bu dərəcəyə gəlib çıxır? Görüb mü götürürlər? Uşaqlıqdan mı olur? Yoxsa nədənsə diksinmədən əmələ gələn bir şeydir? Çünki onlar hər bir şeyə qarşı, yəni mən bayaq da qeyd etdim ki, ideal olan bir şeylərdə belə səhv axtarmağa çalışırlar. Elə siz özünüz də bu sualı biraz açıqladınız. Yəni, bu fasfasılıq diksinmədən də əmələ gəlir. Bu fasfasılıq götürməkdən də əmələ gəlir. Bəzi hallarda isə bu fasfasılığı özləri sünni yaradırlar. Bəzi insanlar sünni yaradır. Yəni, necə? Bu saat mən sizi açıqlayayım. Demək, fasfasılıq nəyə? Biri var fasfasılıq qavlara. Biri var fasfasalıq özünə, biri var yanında olana. Özlərini elə göstərirlər ki, bunlar fasfasıdır, bunlar təmizdir. Evi tutaq ki, təmizləyəndə, bəzi gəlinlər görmüşəm, fasfası qələminə verir, elə güya ki, təmizləyir, ancaq onun özünün əyninə, başına baxanda adam irgənir. Vaxt tapmır özünə. Fikir verirsinizmi? Fasfası o təmizləmək fasfasılıq deyil. Təmizləmək yaxşı xüsusiyyətdir. Ancaq hamısı yetərincə hər tərəfli olanda. Yəni, sən evi də səlqə saxlamalısan, özünü də səlqəli saxlamalısan və gələn qonaqları da səlqəli qəbul eləməyi bacarmalısan. Bəzi adamlar var ki, qonaq gedirsən, ikinci dəfə o evə getmək istəmirsən. Çünki artıq elə bir kinayə ilə qonağı qəbul edir ki, elə bil ki, qonaq burada otursa, nəsə baş verəcək. Bu özü ən pis xüsusiyyətdir. Yəni, insanlığı bacarmaq lazımdır. İnsana insan kimi müraciət eləmək lazımdır. İnsanlar var ki, məsəl üçün, insanlara, ətrafdakılara fasfasılıq eləyir, ancaq özü itlə, pişiklə yatır durur. Elələri də var. Demək, o it pişiyi qəbul eləyir, ancaq onlar təmizdir, insanlar təmiz deyil. Yəni, bu artıq şuura oturulmuş, şuur altı qəbul edilmişdir. Bəli, qəbul edilmişdir. Ona görə də mən belə fasfasları xəstəlik kimi qələmə verirəm. Bu artıq fasfasılıq deyil. Təmizkarlıq deyil, artıq fasfasılığın bir xəstəyə çevrilmiş variantıdır ki, bir variantıdır. Yüngül formada olur, getdikcə artıq ətrafdan, belə deyək də, diksinməyə başlayırlar. Yəni ki, hətta olur ki, kiminsə oturduğu yerdə belə oturmaq istəmirlər. Bəli, bəli. Elə hallar da olur ki, gəlir, kimsə oturubdur,
artıq ayaq üstə durur. Yəni, yox, mən oturmuram, bəhanələr gətirir. Ancaq tanıyan adam artıq bilir ki, bu nəyə görə oturmur. Ya da ki, bir də görürsünüz ki, həmən adamın evinə gedirsən, ev tərtəmizdir. Ancaq hamamına girsən, görəcəksən ki, paltarlar nə qalıqdadır. Ya da aylarla istaqda paltarlar durur. Artıq o su orada iylənir. Ancaq bu adam təmizlikdən danışır. Siz təsəvvür edirsinizmi? Mən onun şahidi olmuşam, ona görə mən deyirəm. Neçə dəfə də irad tutmuşam, deyirəm ki, bax, hər şeyin yaxşıdır da, göz oxşuyur, çox gözəl. Yaxşı olmazmı ki, bunu belə eləməyəsən? Qızarıbdır, cavab qaytarmayıbdır. Ancaq yenə də bir müddətdən sonra həmən şey təkrar olunubdur. Yəni, görürsünüzmü, bu artıq əşyalara görə bu. Hə, bax bu əşyalara görə, bu qidaya görə olan bir deyək də fasfasılıqdır. Fasfasılıqdır, bəli. Belə deyək, bax Ceyhun, bəs işdə bir gənc kimi İşdə fasfası insanları mən belə qəbul elədim ki, siz tam xəstəlik dərəcəsinə gəlmiş kimi qələmə verdiniz ki, belə insanları xəstə adlandırmaq olar ki, elə İlhamənin sözündən də belə çıxdı ki, anası kimi fasfası bir xanımın qızı, anasının etdiyi işi artıq bəyənməmək yox, nəysə ürəyinə yatmır. O onu yuduqdan sonra yenidən götürür, dəsmallayır. Dəsmal da ümumi qabları silinmiş bir dəsmal olur. Yəni bunu hardasa fikrimizdən qaçırıq ki, yəni biz suda təmizləyirik, suda təmizlədikdən sonra o qədər də gərək fasfası olaq ki, onu başqa bir şeylə silməyək, qoyaq, ağzı üstə çevirək, orada qurusun. Hardasa bu da gəlir, nəyəsə dayanır. Bircə dəqiqə, mən onu deyim, xanımın o dediyinə görə, mən bir onu bildirim ki, ailə, hər bir ailə özünün bir dənə balaca dünyasıdır. Cəmiyyətdir. Cəmiyyətdir. Həmən o ailədə, o mühitdə bu elə alışıbdır. Bu bunu götürübdür. Ancaq mən sizə misal da gətirə bilərəm ki, elə qızlar başqa mühidə düşəndə o abu-havanı götürməyə qadirdirlər. O da var. Eləsi var, götürür. Həmən o ailənin mühitinə uyğunlaşır. Bayaqları burada fasfasılıq eləyirdisə, artıq o mühitdə o fasfasılıq eləmir. Bayaq siz Alvina xanım dediniz ki, bu artıq şuuraltı qəbul edilmiş bir şeydir. Mən düşünürəm ki, əgər şuuraltı qəbul olunubsa, onu dəyişmək çox şeydir. Ondan sonra da başlayır qaynana gəlin münaqişəsi. Görürsünüz, mən əvvəlcədən dedim ki, bu ailədə özü üçün bunu belə göstərir. Artıq elə bil ərkösönlükmü eləyir, elə bil özünü göstərməkmi istəyir ki, yəni mən, ay mama, bax görürsən, mən sən tökdüklərini yığmışam, artıq səni kimiyəm. Yəni sən yumağına baxmayaraq siz bu cür dəyərləndirdiniz. Mən buna bu qiyməti verdim artıq. Yəqin ki, bu özü də bunu irad eləyə bilər, özü də deyə bilər. Yox, etməyə ehtiyac yoxdur. Bu dəqiqə biz bunu burada təcrübədən keçirərik. Elə söhbət gedən kimi mənim dərhal axlıma nəsə bir şey gəlir. Deyirsən evdə, hansı ki su içəcəksən, həmin stəkanı götürüb yumalısan, hardasa boşqabı götürüb yuyub sonra yeməlisən. Alvina xanım dedi ki, hardasa anası bu cür olduğuna görə İlhamə bu cür edir. Başqa bir şəraitə düşəndə bunu etməyə də bilər. Götür o suyu iç, zəhmət olmasa. Qarşında stəkanda biz su qoymuşuq. Götürdü. Nə oldu? Xanım həddini artıq var. Yox, nə oldu orada? Yox, səni məcbur eləmirlər. Ancaq bu artıq içibdir. Hə, içmisən? Bəli, bu artıq içib. Gördünüz mən nəyə gətirdim? Ancaq mən qaçırmışdım içməyi. Belə, narahat olma, ümumiyyətlə. Mən ona görə dedim ki, bu səliqəlikdir. Bu fasfasılıq deyil. Özü özünə dedi ki, mən həm fasfasıyam, həm səliqəliyəm. Yox, bu səliqəlikdir. Naz eləyirsən, hə, evdə anana ki, mən bu cürəm. Belə götürəndə yola yatımlı bir qız imişsən sən. Bəli, bəli. Çox yaxşı. Oddanmalı eləyib gətirib otuzdurublar burada. Xalqın uşaqlarını gətirirlər bura. Ondan sonra da başlayırlar pisləməyə, mənə pislətməyə. Qızlar da qalır evdə. Günah da olur mənim adıma. Heç nə. Belə deyək, xanım demək ki, evdə gördüyünü edirmiş, yəni anasının qarşısında. Başqa yerə gedəndə xanım uyğunlaşa bilər. Ancaq bir şeyi qeyd edeyim ki, ürəyinə heç bir şey gəlməsin. Burada biz biraz bundan əvvəl işdən danışdıq. Hamı da bunu, məsəl üçün, kənardakı bizim heyətimizlə təsdiqləyə bilər ki, bu stəkanlar sizin qarşınıza çaşqalar sizin qarşınıza gəlməzdən əvvəl mən onlara həmişə baxıram.
Yəni ki, tərtəmiz olmalıdır. Hər verilişdən sonra onlar yuyulur, təmizlənir və hətta qaynarlanır. Sabahki gün biz onları yenidən yuyub təmizləyib gətirib qonaqlarımıza təqdim eləyirik. Yəni ki, bu şeylər mənim özümdə olduğuna görə belə şeylərə çox diqqətliyəm. Sonra bir də bağışlayın, mənim tələbəmdir. Çox qəşəng deyir ki, mən səliqəliyəm, fasfasıyam. Yox, səliqəli olmağına səliqəlidir. Ancaq bir dənə rad tuta bilərəm. Heç avaq, çöldən gəldiyin kostyumunu çıxardıb şifonerdən asma. Denən nəyə görə? Birinci, sən mühitdə olursan, bütürən mühitin tozu, torpağı ona qonur. Sən onu asmamışdan qabaq çırpmalısan, havada biraz asmalısan ki, artıq o öz iyini, qoxunu, hamısı getsin, ondan sonra onu asmalısan. İndi belə, siz fasfası kimi danışdınız, yoxsa təmizkar kimi danışdınız? Təmizkar kimi. Ümumiyyətlə, özünüzdə necə fasfasılıq var? Yox, məndə fasfasılıq yoxdur. Rahat şəkildə, yəni ki, hara getdiniz, orada çörək kəsə bilərsiniz, hara getdiniz, orada otura bilərsiniz. Hətta görürəm ki, bu kirlidir. Mən ta onu rahat tutmuram. Mən onu götürüb özüm də yuya bilərəm. Hamınınkini də yuyub, çay gətirib qoya bilərəm. İş yerində olur. Mən onu, məsəl üçün demirəm ki, bir aydır bu burada durub, sapsarı saralıbdır, heç ələ alınasıdır. Mən onu sakitcə götürüb, yuyub, təmizləyib qoya bilərəm. Ülvi xanım, fasfaslıq Ceyhun, sənə sual vermişəm, gələcəm, narahat olma, çünki artıq başqa bir mövzuya keçəcəm. İstəyirəm ki, elə sənin fikirlərini alım, sonra davam eləyək. Belə, Ülvi xanım, siz necə? Bax, heç nədəsə bir şeydə fasfaslıq elədiyiniz hal olur. Özünüzü təmizkar adlandırdınız, dediniz təmizkaram, təmizliyə rəayət edirəm, təmizliyi sevirəm, səliqə, səhman hər yerdə olmalıdır. Ancaq heç oturanda fikirləşirsiniz ki, fasfasısınız, məsələn. Fasfasılığa getmirəm. Yəni, fasfasılıq, yəni tanıdığım adamlar var ki, nə dərəcədə fasfasıdır. Nə dərəcədə? Bax, onlarda nəyə görürsünüz bəs? İndi biz burada bir neçə halları danışırıq. Məsələn, mənim tanıdığım bir adam var ki, yəni o insan evdə uşaqların hətta oyuncaqla oynamasına da imkan vermir ki, səpərlər. Yəni, o dərəcədə təmizləyir, adətən toz olmayan yeri dönür silir. Masanın üstüdür, dönür silir. Yəni, evinə qonaq gedirsən, söhbətdən çox o daha çox evinin yenə işinə, uşaqlarına, yəni dağıtmasınlar, tökməsinlər. Amma mənə elə gəlir ki, yəni, uşağa sərbəstlik vermək daha yaxşıdır. Nəyə görə? Ona görə ki, uşaq sabaha yetişməlidir. O da uşağı sıxmaq olmaz. Nə qədər uşaq inkişaf eləsə, sərbəst olsa, nə qədər düzgün inkişaf etsə, özü öz oyuncaqlarının yerini bilsə, kitab dəftərinin yerini bilsə, yəni onları özü səliqəyə salsa daha yaxşı olar. Nəinki evdə kiməsə də arxain olmaq. O uşaqda artıq arxainçılıq yaradır. Yəni tənbəlliyə gətirib çıxardır. Amma bunu uşağın özü etsə, o mənə elə gəlir ki, daha yaxşı olar. Mən belə deyərdim ki, bəzi o fasfası adlandırdığımız hallar var ki, onu vərdişlə də bağlamaq olar. Alvina xanım, niyə? Mənim çox yaxın bir rəfiqəm var, onun əmisi 2 dəqiqədən bir qalxır, əlini yuyur. Qışın oğlan çağda baxırsan ki, o qədər soyuqdur, yəni heç bir yerə əl vurmur. Heç kimin dəsmal, hətta təmiz bir dəsmal gətirəsən ki, bundan istifadə elə, ondan istifadə eləmir. 2 dəqiqədən bir qalxır, biraz da yaşa dolmuş insandır. Necə yuyunur? Əllərini yuyur, üzünü yuyur, boynunu yuyur, yaylığını çıxarır, yaylıqla silinir, sonra o yaylığı yuyur. O yaylığı asmadan əlində qurudur. Baxırsan ki, 2 dəqiqədən bir. Bunu necə? Fasfaslıq adlandırmaq olar? Yoxsa bu artıq kompleksdir. Vərdiş eləmək. Bəli, vərdiş yox. Vərdiş ayrı şeydir. Kompleks ayrı şeydir. Vərdiş odur ki, nəyisə vərdiş eləyirsən, təkrar eyni şeyi eləyirsən. Ancaq bu kompleksdir. Nətər kompleks? Görsənmi? O əlini də yuyur, boynunu da yuyur, sinilir də, yaylığı yuyur. 2 dəqiqədən sonra təzdən bir də. Əlini heç yerə vurmamış. O artıq kompleksdir. Ona görə deyirəm də ki, doğrudan da... Bəzi müəllimə dedi uşaqlardan, valideynlərdən. Bəzi valideyn var ki, uşağı əlini yuduzdurur.
Corna dönür, sən sabunla yumadın, bir də sabunla. Dönür, bir də sabunla. Yox, bir də sabunla. Bax, burada qaldı, bir də sabunla. Bir də sabun. O qədər onu sabunladır. Deyir, artıq vərdiş alır. Vərdiş halı o tərəfə dursun. Uşaqda artıq kompleks yaranır. Deməli, kənardan bu cür halların yaranmasına səbəbkar insanlar var. Yəni, bu halların qarşısını necə almalıyıq? Biz fasilədən sonra danışacağıq. Fasilədən sonra yox, başqa bir sual var. Ondan sonra keçid alacağıq. İndi qısa fasiləmiz var. Fasilədən sonra davam edəcəyik. Belə, deməli, bugün fasfasılıqdan danışırıq. Hardasa, belə deyək də, doğrudan da qeyd etdik ki, hər bir insanın həyatında böyük bir problem yaradır. Ancaq nədənsə bunu heç vaxt qəbul etmirik. Biz fikirləşirik ki, bu musiqiçilərin, bax, bu... Hara baxırsınız, nə axtarsınız, nə danışırsınız? Mənlə bərabər danışan danışır, danışmayanda nəysə bir şey axtarır, bilmirəm niyə. İcazə verin danışın, fikrim gəlir sizin yanınıza, deyirəm, görəsən, nə danışırsınız? Mən də qoşulub, məndə var axı o, ətrafda olan bu sözə söhbətə qoşulmaq, o qeybətləri mən də edim, filan, feşmək. Ancaq qeybət deyil idi, nə danışırsınız? Musiqiçilər danışanda musiqidən danışırlar yalnız, belə götürəndə. Ancaq və ancaq. Belə götürəndə yaxşı, mövzumuzu bilirsiniz, aranızda var fasfası. Xəyal, fasfassan, mikrofonumuz yoxdur. Əli mikrofon ötür, zəhmət olmasa. Belə də. Belə də deyəndə, məsələn, təmizliyə çox fikir verənsən, yoxsa fasfasa, ən azından, yəni mən təmizkar insanla fasfasa arasında dağlar qədər fərq görürəm. Yəni təmizkar insan tam başqadır. Əvvəla insanın batini gərək təmiz olar. Batin təmiz oldusa, istərsəmiz o insanın zahirinə vurub çıxardır. Yəni onun təmizkarlığı, yəni özünə diqqəti. Samıqla bunu belə deyək də, ən əsası odur ki, insan batin təmiz, Allah da belə bəndələri sevir. Batin təmizsə, nə giyinsə, o insanın özündən xoş ətri gələr. Yox, siz fasfası deyilsiniz. Siz insanları insan kimi qəbul edən insansınız. Mən belə dedim. Yenə deyirəm, yəni fasfaslıq elə bir xəstəlikdir ki, artıq bunu Alvina xanım da belə qənaətə gəldi, yəni bildi də. Səhv eləmirəm ki, Alvina xanım. Doğrudan da mən onu, yəni ətrafımdakı insanlardan da belə görmüşəm ki, bu fasfaslıq çox pis əlamətdir, belə deyək də. Çünki hər yerdə bir həssas olurlar, bir şey axtarırlar ki, hər şey qaydasındadır, hər şey qayda tərtəmizdir. Orada bir cüzi bir nəyisə axtarırlar ki, yox, bu düzgün deyil. Siz ancaq o belə izah elədiniz ki, haradasa insan qəlbən, daxilən təmiz olmalıdır. Qəlbən, daxilən təmiz olduqdan sonra artıq onda ətrafdakıları da gözəl görəcəksiniz. Mən sizlə nə danışım ki?
Mən sizlə daha danışası deyiləm. Var fasfası? Mənə fasfası lazımdır. Əli fasfasıdır. Əli fasfassan sən? Bugün Yox, fasfas deyil. Yox, Tacirə xanım, xeyr. deyil. Əlini hardan tanıyırsan? Yox, bayaq su içdi, o birisi o sorun stəkanda götürdü su içdi. Düzdür. Ya, Gördü, imkan xanım verə- gördü. İlham gərək gözləyərdin, əli danışardı, əli danışandan sonra o sözü deyərdi. İndi əli... Yox, mən yox sözünü deyəndən sonra, Hə, siz yox dediniz dedi. fasfasısız, Sən dedim qulaq yox, asanda, ondan sonra bildim. Mən demişəm əlini dəvət eləyəndə mənim qulağıma gücləndirici bir aparat verin ki, mən əlini eşidə biləm. O qədər aram, o qədər yavaş-yavaş danışırsan ki, diqqətlə qulaq asıram, nəysə bir şey qaçırmayam. Yox, Tacirə xanım, mən fasfası deyiləm. Yəni, fasfası belə bir... Mən ona belə deyərdim ki, fasfasılıq həqiqətən bir xəstəlikdir. Yəni, insan rak olur, insan nə cürsə xəstə... Şəhriyar niyə göstərsən bəs? Allah uzaq eləsin. Yox, yəni xəstəliyə görə demirəm. Yox, yəni o da bir Sadəcə addelli bir xəstəlikdir. Beyində psixoloji addelli bir xəstəlikdir. Şəhriyarı niyə göstərdin? Şəhriyar fasfasıdır. Mənim stəkanımdan incə içdi, mən o içdi. Hə, sən içdin. Hə, mən içdim, o içdi. İçilə-içilə. İçilə-içilə, yəni ötürülə-ötürülə gəldi. Bu necə qonaq qarşılamaqdır? Üzr istəyirəm. Musiqiçilər dəvət eləmişsiniz, Üzr- hərəsinə bir stəkan su verin, içsinlər. Üzr istəyirəm, yox, fasfası deyiləm, amma... Biz mövzumuza imkan vermirik ki, sual vermişik, özümüz danışırıq. Biz yoxlamaq istədik ki, görək siz fasfassınız, yoxsa yox. Mövzumuza aid bu cür bir stəkandan istifadə edəsiniz. Tacirə xanım, fasfası deyiləm, imtası təmizliyə hər bir insan rəayət eləməlidir. Təbii. Təmiz olmalıdır, çünki ətraf var, insana baxıb, yəni qiymət verirlər. Ona görə insan özünü qorumalıdır, hər cür xəstəlikdən qorumalıdır. Geyimində təmizkar olmalıdır, iyi qoxu olmalı, o gəlməməlidir. Yəni bu dini, xəyal dini baxımdan açıqlama verdi. Bax, yəni ki, o dindən gəlir o təmizlik. Allah, mənə səbir ver. Səbirli insansan, Əli. Yox. Ancaq sənə qulaq asanda səbir lazımdır ki, o da elə aram-aram. Mən danışa bilmirəm, ona görə Hələ danışa sözləri bilmirsən. axtarıram, sonra tapıb danışıram. Hə, əvvəlcə sözləri tapırsan, sonra da ürəyində cümlə qurursan. Cümlə qurduqdan sonra da biz də bu da əziyyət çəkirik ki, görək Əli nə deyəcək? Heç nədir, çox sağ ol. Allah bizə də səbir versin, sənə də səbir versin. Bir sual da verim sonra, çətin sualdır, elə sözlə, bir kəlmə sözlə cavab verəcəksən. Fasfası bir dostun olsa, onunla yola gedə bilərsən. İndi haradasa, yəni müəyyən bir şeyləri burada... Varımdır, amma yola getmirəm. Getmirsən ki? Yəni, bildi də... Çox pis, yəni, reaksiyalar verir. Yəni, bunu eləmə, onu eləmə, oradan toz gəldi, buradan... Nə bilim, toz girdi içəri. Neçə ilin dostluğudur sizdə? Neçə ildir ki, dostluq eləyirsiniz? 10 ildir. 10 ildir. 10 ildirsə dözmüsənsə, indən sonra da dözəcəksən. 10 il müddətinə qəbul eləmişsən. Yaxşı ki, sən özün də çevrilib fasfası olmamısan. Eləmi? Çox sağ ol. Tamaşaçımız var. Görək bəs tamaşaçımızın fikirləri necə olacaq? Salam, sabahınız xeyir olsun. Allah sabahınız xeyir xanım. Xoş gördük Aysel xanım. Necəsiz? Çox sağ ol xanım. Bayaqdan düşə bilmədim. Xanım da bayaqdan, öncə bundan qabaqdan bir xanım düşmüşdü. Anamla yaşdı, ona hörmədim. Onun fikirlərinə mən qoşuluram. Bəli. Xanımlar müəyyən görsən ki, adətən indi ifadəmə görə üzr istəyirəm. Yəni belə pis mənada demirəm. Yəni xanımlar görsən geyinir, gecini, bəzənir, salona gedir, çıxır eləyir. Amma müəyyən baxsan ki, gedir mən evdə şahid olmuşam ki, xanımın evi məsələn bərbad gündədir də. Özlərinə çox baxımlı xanımdır. Özünə baxan xanımlar evinə də diqqət eləməlidir. Mən məsələn 2 uşağın anasıyam xanım. Allah saxlasın. Çox sağ ol. Mən də uşağıma görə təmizliyi çox, fasfası deyiləm. Sadə təmiz. Təmizliyə riayət verən insana. Məsələn, mənim yoldaşım gəlir işdən, iş paltarla girir, məsələn, bilir ki, azlığım tutur ki, ev paltarına giyin, məsələn, evdə oturmağını olsun. Xoşlayıram təmizlik xanım bir sözlə ki, fasfası da çox xəstə, biraz pis çıxır da, yəni. Ancaq belə deyim də, yəni o hansı ki xanımları siz nümunə olaraq göstərdiniz ki, özlərinə çox baxımlıdırlar, bütün günü özlərinə diqqət ayırırlar, ancaq ətraflarına baxanda o səliqə səhmanı görmürsən. Deyirəm, elə bu cür səliqəsiz olmaqdansa biraz fasfası olmaq daha yaxşı olardı, hə?
yaxşısı olardı ki, biraz o xəstəliyə tutulmuş olasan, həm özünə diqqət edəsən, həm də kənara diqqət edəsən ki, mən bu cürə gözəl göçək, səliqəli, səhmanlı geymişəmsə də, mən o səliqəsiz yerdə necə oturum? Haradasa bir yaxşı tərəflər də var belə götürəndə. İfrat dərəcəsinə varmadan. Mən də Bakı küləyiyəm, gəh belə əsirəm, gəh belə əsirəm. Bəli. Xanım, mən o xanımlara demək istəyirəm ki, efir vasitəsilə. Xanımlar, məsələn, çox adam düşür gəlinin üstünə və yaxud da düşürlər qaynənənin üstünə. Gəlin qaynənə münasibəti olmaq üçün, yəni o qaynənə oğluna hörmət qoyduğu görə, o evindəki gələn xanım onun qızıdır. Yəni o qədər müəyyən şeylər üstə düşməsin. Yəni fikrim bilmirəm, aydın açıq gəlir satırsa bilmirəm. Gəldi, aydın oldu, təbii ki. Sualı biz vermişiksə də, sizin cavablarınız təbii ki, başa düşəcəyik. Məsələn, mən özümə baxımlı xanımamsa, çox özümə demirəm, yəni. Düzdür, xanımlar kimi özümə təmizləyib müəyyən şeyi verirəm. Amma evimə hamıdan, özümdən çox evimə üstün verirəm. Evimə girən olur da, bir qəsədən qonağım gəlir, və yaxud da anam gəlir, bacım, gəlir qardaşım, və yaxud da yoldaşım tərəfdən gəlir. İstəmirəm ki, orada mən bir dənə qüsurumu tuta bilsin. Mən hətta elə işi görürəm ki, orada bir dənə pütçeni, yəni bir şey çıxmır orada. Çox sağ olun xanım, təşəkkür eləyirik hər kəsə də. Sizi kimi gözəl bir gəlin arzulayırıq. Ancaq gəlindən, qaynanadan Alvin ağam söhbət düşmüşkən, mən Qızıl Saray təqdim edim, sonra siz fikrinizi unutmayın, söyləyərsiniz. Bəli, əvvəlcə hamı hər şey istədiyi kimi olur. Gözəl münasibətlər qurulur. Ondan sonra isə toy olduqdan sonra gedirsən, görürsən ki, vah, 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 bu evdə bir gəlin qaynana sözü söhbəti olur ki, vur çatdasın. Səsi elə aləmə düşür. Mən arzu eləyərdim ki, yəni sizin toyunuzun səsi, sədası necə ki aləmə düşür, elə də evinizdə sakitlik olsun. Yəni ki, bir-birinizi başa düşün və xoşbəxt bir ailə qurun. Çünki belə götürəndə, indi düzdür, ağsaqqallara məsləhət vermək mənim nə həddimə, sadəcə gör-götür dünyasıdır. Bir-birimizi başa düşmək lazımdır. Belə götürək də, başqa bir ailədə tərbiyə alıb gətirir, böyük odur ki, kiçiyi öyrətsin. Kiçiyin də vəzifəsi odur ki, böyüklərin dediyini görsün, götürsün. Gözəl bir toy etmək istəyirsinizsə, onda Qızıl Saraya üst tutun. Çünki Qızıl Sarayda şok, yenilik var. Artıq orada füsunkarlıq və keyfiyyət 20 manatdan başlayan qiymətlərlədir. Güləris personalın xidməti, bol-bol sürprizlər, zalların göz oxşayan tərtibatı, milli və xarici mətbəxin ləziz təamları 20 manatdan başlayan menyunun içərisinə daxil edilib. Ünvanı Gəncəşəhər Atatürk prospekti, şəhər stadionunun sol tərəfi. Daha ətraflı məlumat almaq üçünsə bu telefon nömrələri vasitəsilə əlaqə saxlaya bilərsiniz. 022 428 8101, 051 401 43 43 və Ağçiçəyim Gül Salonuna təşəkkür eləyirik. Qarşıdan gözəl bayram gəlir, gül bayramı gəlir. Güllü çiçəkli, gül bayramı deyəndə güllü çiçəkli bir bayramdır. Hər kəs istəyir ki, ətrafında gözəl çiçəklər olsun. Bu cür təzə-tər çiçəklərdən tutmuş, yaz çiçəklərinə qədər əldə etmək istəyirsinizsə, bayram atributlarını əldə etmək istəyirsinizsə, onda Gəncəşəhər Şeyx Bahaddən 35-də yerləşən Ağçiçəyim Gül Salonuna gedə bilərsiniz. Yox, tənbəllik edirsinizsə, kimin üçünsə sürpriz etmək istəyirsinizsə, onda bu telefon nömrələri vasitəsilə sifariş də verə bilərsiniz. 022 256 46 56, 050 555 16 00, 055 585 16 00. Alvina xanım, nəysə bir sözünüz var idi, fikrinizi deyim. O gəlin çıxış elədi, yəni zəng elədi daha doğrusu. Onun sözünə qüvvət, mən onu əlavə eləmək istəyərdim ki, hər bir gəlin nə qədər də qaynana arasında söz-söhbət olsa da, onu qaynana yox, ana kimi qəbul eləməlidir. Qaynana da gəlini qızım kimi qəbul eləməlidir. Və o söhbət oğulla ana arasında getməməlidir. Gəlin həmişə özünə fikir verməlidir. Sən İş paltarını giyinginən, səliqəni, səlmanını aparginən, ancaq yoldaşın gələnə yaxın özünü səliqəyə sal. Mən həmişə bunu demişəm, deyirəm də. Özünü səliqəyə sal, öz yoldaşını qəbul elə. Onu mülayim qəbul elə. Artıq o çöldən gəlib, o onsuz da yorğundur, o onsuz da əziyyət çəkir, o onsuz da bu ailəyə gəlir dincəlməyə. Oğul gəlib, gəlin, qaynanadan deyəndə, ya başqasından deyəndə,
artıq orada ziddiyyət yaranır. Artıq fikirləşmirlər Alina ki, çox- öz aralarında da ziddiyyət yaranır. Görün sizə nə deyirəm, çox Bəli. dərinliyinə getməyin, çünki biz bu mövzunu işləmək istəyirik və gəlin qaynana münasibətlərini oldu. Böyük şəkildə, yəni işləyəcəyik, qonaqlar Oldu, dəvət edəcəyik, burada oldu. müzakirə edəcəyik. Yəni ki, hansı qaynanalar necədir, hansı gəlinlər necədir, Bəli, bunların hamısını oldu, açıqlayacağıq. oldu. Belə, biz hardasa danışdıq, Fasfasılıqdan. belə deyək də, fasfasılıqdan danışdıq. Hansı ki, bu əşyalara fasfaslıq eləyirlər, hansı ki, yeməyə, xörəyə, getdikləri yerə bunlardan danışdıq. Bəs və bu qənaətə gəldik ki, o qədər də yaxşı əlamət deyil. Artıq birinci vərdiş olur, vərdişdən sonra adət halına keçir, adət halından sonra artıq bu insanın canına hopur bir xəstəlik kimi və gəzməyə başlayır. Hətta ətrafdakılardan belə onu tələb eləyirsən ki, yəni bunu et, sonunda nə olur? Psixi təsir göstərir və əsəbiləşirsən, əsəbi olursan. Bunu qoyduq kənara. Bəs işdə fasfası insanlara münasibətiniz necədir? Hansı ki, işindən ötürü bütün gün vır danışır. Yəni, bu niyə buradadır, o niyə oradadır, bu niyə belə oldu? Yəni, belə insanlar haqqında biraz danışaq. İşdə fasfaslıq öz işlərinə qarşı fasfası olan insanlardan. Əvvəla onu deyə bilərəm ki, işdə vasfası olan insanlar axıra qədər işləyə bilməzlər. Çünki iş kollektivindəki insanlar Bezəcəklər sonunda. onu qəbul eləməzlər. Yəni üzünə gülsələr də, yəni onu Arxasında danışırlar. təbii gülüşlər deyil, sadəcə olaraq onu yola verəcəklər. O axıra qədər yəni orada işləyə bilməz, hansısa bir işdə işləyə bilməz. Hər hansı bir vasfası insandan söhbət gedirsə. Vasfasılıq tək təmizlikdən gəlmir, vasfasılıq qorxudan da əmələ gələ bilər. Bu başqa vasfasılığın başqa növləri də var. Yəni insan tək qalanda qorxur və yaxud da tənhalıqdan qorxur. Yəni tək vasfasılığı təmizliyə, yəni tintiliyə aid eləmək olmaz. Başqa növləri də var vasfasılığın. Onu deyə bilərəm ki, vasfasılıq doğuluşdan gəlmir, sonradan qazanılmadır. Yəni Buna ailədə bəs təsir edən səbəblər ətraf mühitdir, onun ünsiyyətdə olduğu insanlardır, yoxsa təsir deyil də görüb götürdükləridir. Səbəb kimi bir gənc kimi nəyi göstərərdin? Səbəbi ondan ibarət ki, ailədən götürür. Yəni hər hansı bir deyək ki, atadımı, anadımı, qardaş, bacı və yaxud da hər hansı bir qohumundan götürə bilər. Yəni sonradan gəlməli. Cəmiyyətdə elə bir şeylər baş verə bilər ki, onu cəmiyyətdən də götürə bilərlər. Yəni ki, o vasfasılığı, amma vasfasılıq doğuluşdan irəli gəlmir. Sonradan Fikrinə qazanılmadır. hörmət eləyirəm, hörmətlə də qarşılayıram. Hər kəsin özünün subyektiv fikri var. Digər qonaqlarımızın da fikrini alaq. Ülviyə xanım, siz necə düşünürsünüz? Yəni bunu ailədən görüb götürülən, ətraf mühitdən görüb götürülən bir şeydir, yoxsa insanın canında, qanında olan bir necə deyim, doğuşdanmı deyim, nədənmi deyim bir haldır. Siz necə dəyərləndirərdiniz? Fasfaslıq mənə elə gəlir ki, yəni insana sonradan. Yəni adətən fasfasılığı iki yerə bölürlər. Kişilərdə 15-16 yaşdan götürürlər, qadınlarda 28-29 yaşdan götürürlər bu fasfasılığı. Yəni bu da ondan irəli gəlir ki, bu yəni sonradan əmələ gəlmə bir şeydir. Yəni o yaşda qadınlarda siz buna tam belə əminliklə deyirsiniz? Yəni normal yaş həddi o götürülür. Fasfasılığa yəni normal yaş həddi 28-29 yaş götürürlər. Kişilərdə 15-16 yaş götürürlər. Amma bu da sonradan əmələ gəlmə bir şeydir. Bax, mən iki misal göstərəcəm. Bizimlə bərabər çalışan elə işçimizdir. Yenə deyirəm, nə vaxtsa o mövzuları o vaxt müzakirəyə qoyuruq ki, otururuq, danışırıq, söhbət əsnasında görürük ki, ətrafda bu cür elə bax fasfasılıqdan danışaq, hallar nə qədər çoxdur. Bizim baş redaktorun kiçik bir qızı var. Səhv eləmirəmsə, səhv etsəm düzəldin, 4-5. 3 yaşı var, hə Firuzə? 3 yaşı var. Uşaq, yəni ki, necədir? Bunu götürdün, bunu niyə bura qoydun? Yəni, əlavələri sən mənim qulağıma işlə, mən yavaş-yavaş deyim. 3 yaş yarımlıq uşaq. Anası yerə düşən heç bir şeyi götürmür. Yəni, əlini tez-tez yuyacaqdır. Yəni, çox belə indidən görsənir ki, bu fasfasıdır. Anasından, atasından danışaq. Yəni, valideynləri məncə elə deyilsiniz. Belə deyək, yaxın münasibətdə olduğuma görə tam əminliklə deyə bilərəm. Yəni, ailədə belə bir şey yoxdur. Bunu necə adlandırmaq olar? Deyək ki, bağçada, məsəl üçün olubdur, ancaq mən deyirəm ki, bağçada sosiallaşma çox olduğuna görə, onlar başqa uşaqlarla əlaqədə, müəllimlərlə çox təmasda olduqlarına görə, məncə də heç bağça təsiri də deyil. O qandan gəlməlidir. Hə.
Alvina xanım, buna nə deyərdiniz siz? Yox, O ki bilirsiniz qaldı mi? o 28 yaşına, mən də ona biraz etiraz edirəm. Yox, yox, Səbəbini 28 deyəcəm niyə ki, yaşı bu yox. fasfasılığa mən də sonda öz Adicə- fikrimi bildirəcəm. Adicə 10 yaşını da götürün, 14 yaşını da götürün, artıq yeni Üç yetmələrdə yaş də götürün. yarımlıq. 3 yaş yarımda da götürün. Bu hallar olur. Nə ilə əlaqədar olur? Görünür ki, bu getdiyi o kollektivdə bu haqda çox gözəl söhbətlər aparılır. Çox gözəl görünür disklər göstərirlər o uşaqlara. Başa salırlar ki, yəni səliqəlik, təmizlik nədir? Yəni doğrudan da əgər balaca vaxtından ona deyilirsə, o artıq beyində qopur. Baxır indi kim necə qəbul eləyir? Bəli, kim necə qəbul eləyir? Uşaq da olsa belə deyək. Bəli, bəli. Baxmaq hansı temperamenta malik olan. Ən çox bunu tez qavrayan melanxoliklərdir. Melanxolik, flegmatik tiplər bu fasfasılığı tez qavrayır və özünə qapalır, o işlə də məşğul olur. Ətrafdakıları bəyənmirlər, həmişə özlərindən razı və özlərinə tələbkar. Eyni zamanda da özlərinə tələbkardır. Bu nöqteyi nəzərdən bunun yaş həddi yəni yoxdur. Belə. Yaş həddi yoxdur. Ancaq ətraf aləm indi çox şeylər var da, təsir edici disklər var, təsir edici sözlər var. Bəyəxları əgər müəllimə demişkən nümunə göstərirdiksə, bəyəx nümunə göstərirdiksə, indi nümunəyə ehtiyac yoxdur. Çünki artıq bu işdə özünü büruzə verir. İşdə onlar götürürlər onu. Ona görə də o bağçadan götürür, nənəsindən götürür, kimmi onu uşağa araşdırır, başa salır, o da gəlib öz valideynlərindən istəyir onu. Yəni bunu götürdü, niyə yerinə qoymadın? Artıq bu bunu eşidib. Eşidib o onun təkrarı eləyir. Bax, buradan irəli gəlir. Aha, anladım. Yəni bu cür ki, uşaq var ki, hər uşaq bir cür qəbul edir. Artıq o, siz demiş, şuur altına daxil edir və get-gedə də bu olmaz, o olmaz, bunu eləsəm, yavaş-yavaş vərdiş halını alır. Bəs yaxşı, Ülviyə xanım, işdə bu fasfaslığa necə münasibət göstərirsiniz? Yəni işinə qarşı. Öz işi. Öz işinə qarşı, məsələn, tələbləri olur. Yəni ki, heç bir şeydən razı qalmır. Yəni işdə açığı mən bayaqlarda qeyd elədim, fasfasılığa gedən insan deyiləm. Yəni siz özünüzü misal, göz nümunə olaraq özünüzü göstərirsiniz, ona görə də ətrafa heç fikir verməmsiniz. Yəni çalışıram ki, kollektivdir də, kollektivlə yol getmək lazımdır. Yəni kollektivlə işləmək lazımdır, uyğunlaşmaq lazımdır, düşdüyüm mühitə baxır da. Gözəl, mən açıqlama verəcəm bu işində biraz fasfası olan insanlar haqqında, nəyə görə deyirəm. Ancaq Ceyhun əvvəlcən elə bir söz dedi ki, bilmirəm, açıqlayım ya açıqlamayım. Açıqlasam hər hamının deməli ağzına düşəcək ki, bax səni gözləyən budur. Ancaq neyiniyim, mütləq də açıqlamalıyam. Ancaq bunu fasiləmizdən sonra deyəcəm.
Seni kalbimden gezdirip her an eşkimiz görmesin söyledi hicran. Ala gözlüm benim güzel dilberim, senin eşkinden aygın ağladım güldüm, ağladım güldüm. Gülebilmez gülüm bahar sensiz, yüreğim ot tutup yanar, yanar sensiz. Gülebilmez gülüm bahar sensiz, yüreğim ot tutup yanar, yanar sensiz. Gülebilmez gülüm bahar sensiz, yüreğim ot tutup yanar sensiz. Gülüm sensiz. Gitme gözümden ey canım, dönme sözümden ey canım. Senden ilham alır benim gönlüm, seni benden inan ki ayırmaz ölüm, ayırmaz ölüm. Gülebilmez gülüm bahar sensiz, yüreğim ot tutup yanar, yanar sensiz. Gülebilmez gülüm bahar sensiz, yüreğim ot tutup yanar, yanar sensiz. Gülebilmez gülüm bahar sensiz, yüreğim ot tutup yanar sensiz. Gülüm sensiz, gülüm sensiz. Yarım sen. Çox
Çox sağ olun. Əla ifalarınıza söz ola bilməz. Səhər erkən durub gəlib burada əziyyət çəkdiyinizə görə təşəkkür eləyirəm. Hər birinizə ayrılıqda bizim retro qrupunun işi olduğuna görə, yəni məşq edirlər, onların konsertləri olacaq. Ona görə də mən doğrudan da bu musiqiçilərimizə təşəkkür eləyirəm ki, gəlib onları əvəz elədilər ki, bayaq bizim Etibar xanım söylədi ki, Xəyalın anası ki, yəni onların musiqisi məni necə də dərman kimi təsir göstərir. Allah heç kimə iynə dərman qismət eləməsin, o kimi yox. Elə belə deyək də, fikri də olanda, gözəl bir musiqi olanda doğrudan da insana o qədər gözəl, o qədər yaxşı təsir eləyir ki, elə o musiqi sədaları altında sən dincəlirsən. Əgər siz də gözəl istirahət etmək istəyirsinizsə, gözəl dincəlmək istəyirsinizsə, gözəl toy etmək istəyirsinizsə, yadda qalan bir toy etmək istəyirsinizsə ki, hər kəsin yadında qalsın. El aləm, bizdə var axı biraz şöhrətpərəstlik bizim Azərbaycan xalqı. Bu cür toy etmək istəyirsinizsə, onda üz tutun Qızıl Saraya, çünki Qızıl Sarayda möhtəşəm endirim var. Sizin istədiyiniz hər bir şey, nağıllar dünyasındakı kimi toy etmək, oradakı kimi özünüzü hiss etmək istəyirsinizsə, cəmi 20 manatdan başlayan qiymətlərlədir. Ünvanı Gəncə şəhər Atatürk prospekti, şəhər stadionunun sol tərəfi. Daha ətraflı məlumat almaq üçünsə, bu telefon nömrələri vasitəsilə əlaqə saxlaya bilərsiniz. 022 428 81 01 051 401 43 43. Fasilədən əvvəl danışırdıq işdə fasfası olan insanlardan. Danışdıqca çalışırıq ki, nümunə göstərək. Sonda istəyirəm ki, nümunə olaraq özümü gətirim. Mən bayaqları Ceyhun gözəl bir söz dedi ki, az sonra biraz keçəcək ki, artıq kollektiv onu qəbul etməyəcək. Yəni artıq o kollektiv işləyə bilməyəcək. Alvina xanım, mən danışım, siz qiymətləndirin. Görün, günah məndədir, yoxsa mənim tələb elədiyim insanlardadır. Yoxsa mən səhv edirəm, deyim. Hardasa bizim bilirsiniz ki, artıq bağlantımız olur bizdən əvvəl yayımlanan bu səhər verilişi ilə. Onlar da adət eləyiblər ki, mən biraz su içməliyəm. Çünki mən səhər saat 8-dən hardasa burada oluram. Gəlməkdə də məqsədim odur ki, hər səhər hamıdan əvvəl gəlirəm bura. Kim hardadır, necədir, işlərimiz necə gedir, adi bu meyvə necə qoyulub, bu qab necə qoyulubdur, mənim su içdiyim, məsəl üçün stəkana baxıram, görüm yuyulub, yuyulmayıbdır mı? Adi elementar bir şeyi götürək ki, bir adlar, yəni ki biz hər gün 5-6-4 bizim qonağımız olur, olmasın ki, indi bizim operatorlar dəyişirlər yerlərini qonaqların, o qonaqların yeri dəyişirsə, o adlar cərgə ilə yazılmalıdır. Yəni bunu necə adlandırardınız? Bu fasfaslığı, o sizdən ona görə soruşuram ki, bu dəqiqə kollektivin hasına burada dayananlara mikrofon tutsam, hamısı şikayət edəcək. Hə, uşaqlar, məndən şikayət olan var? Var, hə? Hə, 1, 2, sonra... Bax, Əlim, səhər erkən gəlirəm, yəni ki, çox danışıram, hədsiz danışıram. Qışqırıram. Çox danışdığım, hə. O yox, yəni ki, bunlar nədən irəli gəlir? Bunlar işə olan, Əli, məsələn... Mən də yuxudan duranda şəxsən oxuyuram da, sənətim budur. Yox, danışmaq yox, nəyə danışıram? Bax, bu bura qoyulubsa, niyə bu buradaydı? Niyə bu buradadır? Niyə, məsəl üçün, dünəndən mənim, əgər su içdiyim stəkan buradadırsa da, niyə o dəyişilməyibdir? Səhər-səhər dəyişilsə nə olar? Məsələn, uşaqlara, niyə bunun yeri orada deyil, niyə onun yeri burada deyil? Vırt danışıram, işimi tələb edirəm. Başqa heç bir şey demirəm, deyirəm, gəlin gedək bizim evimizə gəlin. Bu ən gözəl xüsusiyyətdir. Hamınız eşidin. Sizin heç kim bunu irad özünə tutmasın. Hər bir insan öz vəzifəsinin öhdəsindən gəlməyi bacarmalıdır və o iradlara qarşı özünə bir irad götürməlidir ki, mənə bu iradı tutdularsa, mən ikinci dəfə onu təkrar eləməyim. Əgər bunlar ikinci dəfə təkrar olunmazsa, məncə burada heç bir narazılıq ola bilməz. Siz isə öz işinizə səliqəli, necə lazımdır, yaxınlaşırsınız deyin, bunu tələb edirsiniz. Bu çox gözəl bir xüsusiyyətdir. Mən alqışlayıram bunu. Çox sağ olun. Hər bir adam elə olsa, onda bizim işimiz hamısı yaxşı gedər. İndi biz irad tutanda söymürük, döymürük, məsəl üçün təhqir eləmirik. Deyirik, yəni öz işini yerinə yetir. Hər adam öz işini vaxtında yerinə yetirməyi bacarmalıdır. Mən belə qiymətləndirirəm.
Nə? Biraz bərtən ilham eşitsin. Mikrofona zəhmət olmasa qoy elə bu da tarixə yaddaşa düşsün. Şəhriyar, nə deyirdin? Hamıya səbir diləyirəm buna işləyənlər hamısına. Siz də mənimlə bir yerdə, bir kollektivdə, yəni işləyən musiqiçilər olaraq bunu dedinizsə, onda mən nə deyim? Yenə mikrofonu sən götürdün. Ən azından Elvin götürmədi. Çünki bu... O davaya mən ondan başqa burada heç kimdən çıxmamışam. Çünki adi verilişdə, Alvina xanım, veriliş gedirdi. Yəni nə yaxşı ki, mən rejissor onu çəkmirdi. Bir də görürdünüz, musiqi gedir, Elvin qaldırdı sintezator. Bir əl yerə vurdu, mənim də ürəyimdən tikan çıxırdı ki, öz sintezator qırılacaq mənə nə? Yəni nəysə, bir arada dururdu, gedir. Bəli, əhvalat. Yox, nə olsun ki, biz elə həmin dəqiqədə barışırdıq. Hə. Bəs necə yəni, mən xətirə dəymirəm. Sadəcə sonra Elvin deyirdi ki, bu düz deyirmiş. Ona görə... O qədər. Çünki Elvin mikrofon götürmür, dediyi sözləri elə belə də. O deyir, mən eşidirəm, ancaq mən də deyəndə söhbət əsnasında bilinir ki, hə. Mən eşitdim, elə bəsdir də. Mənim çalışdığım insanlar məni bu qədər istədiklərinə görə mən necə xoşbəxtəm. Xoşbəxt idim, bugün daha xoşbəxt. Bilirsən necə, mən insanın sən nəyinisə bəyənmirsənsə, onun üzünə deyirsənsə, o cəsarəti edirsənsə, onun özü böyük şeydir. Arxanca danışmaqdansa, düzdür deyirlər ki, əgər insanın arxasınca danışmırlarsa, deməli o yaşamır. Ancaq yox, sözün varsa de, qoy səndən küssünlər, dalaşsınlar. Ancaq biləcəksən ki, sənə demişəm. Bir də, yox, Elvi, bir də bir sən nə var? Deyir, düşmənini lap yaxınında saxla. Həmişə ki, onunla yaxın ol ki, biləsən ki, o düşmanından nə gələcək. Ona görə də... Bu yaxşı olar. Yəni, məsləhət görəm də sizə ki, düşmanlar... Heç nə, nə olar? Deyir, dağ-dağa rast gəlməsə də insan insana rast gəlir. Bax, görürsünüz. Ancaq görün necə gözəl, məsəl üçün, getmişsinizsə, necə... Elə darıxmış, elə darı hiss eləmişsiniz? Mən çox... Heç nə, yenə cəhənnəm. Yenə onu dediniz, sonda onu dediniz, özü böyük şeydir. Ancaq gəlməyinizdə doğrudan sizi görmək bir başqa sevinçli hal. Ancaq bugün Xəyalın anası ilə tanış olmaq doğrudan da çox gözəl bir təsadüf oldu ki, yəni bizi izləyən belə gözəl tamaşaçımızlar hətta verilişimizə belə dəvət aldı. Belə, yəni dəvət etdik. Hə, dedin ki, bu cür insanlar kollektivə, yəni nümunə olaraq göstərdim, çünki burada məni təsdiqləyən mənimlə çalışan insanlar var. Ancaq məni kimi insanlar çoxdur. Yəni ki, işlərinə qarşı çox həssas, çox belə deyingən, necə fasfası da belə götürəndə ki... Yox, sizə vasfası demək olmaz, siz sadəcə işinizdə tərəfkarsınız. Bunun özü müsbət bir keyfiyyətdir, yəni ki, öz işinizi tələb edən insansınız, işinizdə səliqə, səhman, hər şeyin yerində olmağını istəyən bir insansınız. Buna vasfası demək olmaz, sadəcə alqışlamaq olar sizi kimi insanlara. Üzümə qarşı efir xatirəsi üçün belə deyəsiniz, yoxsa... Yox, tərəfkar olmaq hər bir aparıcıya, hər bir insana lazımdır. Mənə qol qənət verdiniz. Çəkəcəyiniz var uşaqlar, çəkəcəyiniz var deyirəm. Bugünə qədər yenə hardasa biraz deyirdim ki, bu fasfasılıqdır, yəni etmə, eləmə. Bugündən sonra demək ki, yaxşı şeymiş. Yaxşıdırsa da qoy edim də mən də bunu. Psixologumuz da təsdiqlədi. O da lazımdır. Lazımı səviyyədə, artıqlaması yox, artıqlaması deyil, sadəcə, yəni ki, siz niyə görə, hər kəs öz işini bilsə, hər kəs öz işini görsə, mən fikirləşirəm ki, o dərəcəyə gəlib çıxmaz, ancaq yeri gələndə doğrudan da həddimi aşdığım vaxtlar olur, əlimə fürsət düşmüşkən, qoy onu deyim, yəni, ancaq olur da işdir, yəni iş gedən yerdə, iş olan yerdə söz-söhbət olmazsa, o işdə heç bir keyfiyyət olmaz, məsuliyyət olmaz, yəni biz nə ediriksə olmalıdır. Düzdür. Ayşə, bax, sintezator həmin vaxtlar yox, şpaqat açırdı. Gözəl. İlham, sən necə qarşılayırsan bəs? Bayaqdan təsdiqləyirsən belə götürəndə? Məncə də müsbət keyfiyyətdir. Yəni, müsbət kimi gələcəkdə özündə belə olarsan. İşinizə daha məsuliyyətli yanaşırsınız, məncə bu da alqışlanırsıdır. Bəs Ülviyə xanım, uşaqlar arasında necə? Bayaq biz misal olaraq 3 yaş yarımlıq bir xanım qızımızı misal göstərdik. İşiniz bağçada necə? Belə uşaqlar, fasfası uşaqlar var, yoxsa necə? Fasfası
Yəni Ki müəllimə o mənim qaşığımı götürdü, ağzına vurdu. Müəllimə o mənim suyumu içdi. Hər şey elə buradan başlayır. Yəni onlara paspaslıq deməzdim. Ona öz malına yiyə durmaq deyərdim. Oo, siz bu cür əlaqələndirirsiniz. Yəni siz gələcəyin paspası bir evlad yetişdirilməsinə bir yol açırsınız. Çünki mənim evdə özümün qızım da var. Yəni o heç kim stəkandan istifadə etmir. Yəni evdə heç kimin də, yəni biz olar, bizim də stəkandan istifadə etmir. Yəni o ona yenə paspas deməzdim. Yox, paspaslıq deyil. Paspaslıq deyil. Paspaslıq deyil də, yəni qəbul etmir. Yəni elə deyirəm ki, qəbul etmirdim. Yəni onu məcbur eləmək də düzgün deyil. Yəni siz əgər içdiniz, onu yerə qoydunuzsa, onu içmir, hə? Yoxsa yox, ümumiyyətcə yaxın durmur. Hə, o mən fikirləşirəm ki, təbii bir haldır ki, hər bir adam elə insan ailənin özünün ayrıca fincanı olmalıdır, ayrıca boşqabı olmalıdır, ayrıca qaşığı olmalıdır. Bu mütləqdir. Bunu başa salmaq lazımdır ki, bu fasfasalıq deyil. Bu sadəcə təmizliyə riayət etməkdir. Biz indi bu devirdə o qədər xəstəliklər yayılıb ki, çox vaxtı da bu deyirlər fasfası yox, qorxu hissi. İnsanda qorxu hissi də yaranır ki, mən onun stakanından içsəm, bəlkə Allah eləməmiş, o xəstədir, o xəstəlik mənə keçər, o şuura hopur. Həmən o şuur altıda doğrudan da bir də görsən, həmən xəstəliyə də ducar olur. O qədər özünə ustanovka verirsə, daxildən təsir eləyirsə, həmən xəstəliyə də ducar olur. Ona görə bu fasfasılıq deyil, bu yaxşı cəhətdir. Hərənin öz stakanı, öz nəlvəkisi, öz boşqabı olmalıdır. Uşaqları da elə öyrətmək lazımdır. Ancaq başa salmaq lazımdır ki, bu ona görə deyil ki, sən kiminsə boşqabından ya kiminsə stakanından yeri gələndə istifadə eləməyəsən. Xeyr, istifadə eləyəndə də bilərsən ki, təmizdir. Yəni, hara gedirsənsə, bu da təmiz qoyulub, gətirilib. Kirli deyil artıq. Bax, bunu... Gözəl, İlham, buyur. Fasfasılığı mən bayaq Ceyhun da qeyd elədi. Mən tam da təmizkarlığa belə bağlamazdım. Onun növləri çoxdur da. Yəni, belə bir halda var ki, bu cür insanlarda, misal üçün, unutqan xarakteri olurlar da, belə deyək. Narahat olurlar. Yaxud evdən çıxanda qazla işığı keçirdimmi ya yox, onu beyinlərində hələ də belə deyək də, həzm elətməyə çalışırlar. Keçirmişsə də yenə də narahat olur, onu özündə belə. Sonra daha çox, belə deyək də, qeyri, misal üçün, olmayan, qeybdən olan bir şeyləri belə deyək, özlərində aşılamağa çalışırlar. Misal üçün, həqiqi həyatda bu şeylər varmı? Yəni bu səbəbi də göstərmək olar. Buyur Ceyhun, nə isə sözün var idi? Bizim ailədə də, yəni atam və qardaşım da biraz, yəni ki, başqasının içdiyi qabda içmirlər, onlar biraz vasvasıdırlar. Yəni hər hansı bir qonaq gələndə ehtiyat edirlər qonaqdan və yaxud da dost tanış gələndə. Bir də xanım çox düz buyurdu, yəni vasvasılıq təmizkarlıqla tam bağlamaq olmaz. Elə bir insanlar var ki, onlar hallusinasiyaya məruz qalmış insanlar olur. Yəni olmayan bir şeyi təsəvvür edirlər gözlərində. O qorxunun vasvasasıdır. Yəni belə insanlara tövsiyəm ondan ibarət ki, birinci növbədə özlərini psixoloqlara göstərsinlər. Çünki hər bir insana psixoloq lazımdır. Çünki psixoloqlar insan sərrafıdırlar. İnsanın ruhu aləmini, daxilini düzəldən bir peşə olduğundan psixoloqlara tez-tez müraciət eləsinlər. Çox sağ ol, məsləhətinə şükür. Bu qədər. Təşəkkür edirəm. Gözəl həmsöhbət olduğunuza görə bitirdik. Bugün isə bizlik bu qədər. İnşallah sabah eyni vaxtda görüşənə qədər hələlik deyirəm. Sənə könül bağladım, çaylar kimi şaladım. Sənə könül bağladım, çaylar kimi şaladım. Mən səni bir duyğu tək ürəyimdə saxladım. Mən səni bir duyğu tək ürəyimdə saxladım. Boşa xalım zil qara, küpliyir dəmir qara. İnanmasan eşqimə, anlı şərəm yeri qara. Boşa xalım zil qara, küpliyir dəmir qara. İnanmasan eşqimə, anlı şərəm yeri qara. Şəm doluyor, nə bil mələkəm
olaydı, yarın bize gelende gece uzun olaydı. Fayton bizim olaydı, yolun uzun olaydı, yarın bize gelende gece uzun olaydı. Ezine boyuna, oyna bakın boyuna, o gün olsun biz gelek subayların toyuna. Ezine boyuna, oyna bakın boyuna, o gün olsun biz gelek. Oynayanım gülleste, oyna canım gülleste, gel çıkan şemen üstte, gülde eyleste reste. Oynayanım gülleste, oyna canım gülleste, gel çıkan şemen üstte, gülde eyleste reste. Fayton gelir toz eyler, sonla ananas eyler, ondan da günah olmaz her ne etse kız eyler. Fayton gelir toz eyler, kız onla ananas eyler, ondan da günah olmaz her ne etse kız eyler. Ezine oyna, oyna bakın boyuna, o gün olsun biz gelek subayların toyuna. Ezine boyuna, oyna bakın boyuna, o gün olsun biz gelek subayların toyuna. Oynayarım güllesse, oyna canım güllesse, gel çıkan